və həm məsuliyyət olaraq belə bir şərait yaranmalıdır ki, hər şəxs yəni belənçi bir məsələdən ittila bilgisi varsa, onu nənəsin dövlət orqanları ilə, hüquqi mərkəzlərlə onun şəxsi mövqeyi gizli tutularaq nənəsin ortalığa qoysun və bu fəsadın önü alınsın. Yəni bir türlü fəsadla mübarizə metodu olmalıdır. İnsan zaten ziyadə tələb artıq işləyir. Elə həmişə doymaz. Yəni istəyər olsun və mal, dövlət də özü də sən o xilafı təhrik edir. Ona göre bir kontrol da olmalıdır. Şimdi bunun ne formada olacak onu daha kanunileşmelidir. Yani el olmamalıdır ki birisi istediği kimi dursun, ittiham vursun, məsuliyyətsiz, səbəbsiz, dəlilsiz əməl eləsin. Bunlar araşdırılsın, məhkəmə əli ilə həll olun. Buyur. Salih Bey, doğrudan və həqiqi azadlıq varmıdır? Yəni dünyada biz bugünkü yaşırıq. Niyə? Çünki o halda ki bireylərin haqqını qanunla alırıq, veririk dövlətə. Ya hakimiyyətə hətta. Məsələn 4 il gəlir bu bizim azadlığımızla, bizim haqqlarımızdan oynur. Siz bunu necə görürsünüz? Doğrudan azadlıq var, beləsi. Azadlıq əsasən qərardadı bir məsələ. Yəni azadlıq mütləq formada deyəsə dedi. Dünən məsələlərin haqqında danışdıq. Mütləq azad bir toplum yoxdur. İlla ki o toplumda bir kural var. Və o kural da sizi məhdudlaşdırır. Buradan o tərəfə keçə bilməzsiniz. Ona görə o kuralları dəyərləndirərək deyirik ki, bu məsələ nə dərəcədə demokratikdir, bu qeyri-demokratikdir, bu totaliterdir, o filan. Ancaq sistem, kural olmasa, onlar hərcməz, yəni azadlıqla hərcmək üçün bir sərhəddatı olmalıdır. Ona görə qanunun belirlədiyi demək, o demokratik ölçüdə, azadlıq ölçüdə o qanunun belirlədiyinin elmi, usulü formada hər kəsin tərəfindən icra olunmasıdır. Mütləq deyil, mən burada görülüm istədi məsələ, çox sadəsiz, siz burada çıxıb lüt dolanamazsınız da. Dolanamazsınız da, ümumiyyətlə. Tutar polis, tutar aparar, onun cəzası var. Bilin, narahat edirsiniz. Ona görə o mütləq formasında demək bizə görə yoxdur. Tanımırıq. Tamam. Çox sağ olun. İndi biz dünənləri sizin tərifinizə qeysaq, mən İran, baxın, mən daimən Salih bəy bunu təkrar edirəm, bizim beynimiz İranlaşıbdır. Çünki elə dərsi bunda oxumuşuq, ruznaməni, kitabı, radionu, televizyonu, musiqini, hər şey o İran sistemində oxumuşuq. Onun üçün məsələn mən dövlət ilə hakimiyyəti İran modeli düşünürdüm. Bunu doğrusunu desəm, çünki müxatəblərimiz də o cür düşünürdü. Yəni İranda da hamı, bizim Güney Azərbaycanda hamı o cür düşünür. Onun üçün də mənim sorularım dövlət bölümündə o cürdür. Onu nəzərə alaraq ki, İranda necədir, o cürsə mən şey edəcəm, soruları qoyuram ortaya. Dövlət bölümünə keçirik. Sizin təşkilata görə dövlət nədir? Yəni o hakimiyyət dediyimiz, Türkdə hakimiyyət dediyimiz. Hakimiyyət yox. O mən elə dövlətçi deyim, amma dövlətdən tərəfim. Hakimiyyətdən də hakimiyyət tərəfim. Dövlət dedik ki, bir millətin və bəlli bir toplumun, bəlli bir coğrafiyada, bəlli bir yerdə necə idarəçilik sisteminə, siyasi idarəçilik sistemi dövlətdir. Bunun ordusu, bunun bankı, bunun qanunquzarlığı, bunun mücriyyəsi, qəzaiyəsi hamısı mütəşəkkil olur, ona deyilir dövlət. Amma sizin verdiyiniz sual əsasında hökuməti nəzərdə tutur. Deyirsiniz ki, seçilən ya demək bu hakimiyyəti sürən. O hökumət isə, hökumət bu dövlətin, bu sistemin ki belirlenibdir. Məsələn, burada qanun yazılıbdır. Yəni, hökumət gəlib daha qanun yazmır. O yazılı qanunu
icra edir. O hökumətin dönəmində mümkündür ki, bəlli qanunlar da təsvib olar, amma onu o hökumət eləmir. Onu o məclis eləyir, onu o dövlətin strukturudur. Məsələn, o eləyir, gətirir burada o deyək, məsələn, bəlkə də prosesi əslən hökumətdən qabaqcadan başlayır və ya hökumətin müddətində başlayır. Yəni, köhlü dəyişikliklər olmur. Bəlli bir icraî dəyişikliklər ola bilər. İcraî metodda dəyişikliklər, ya şivələr ola bilər. Deyək, məsələn, gəlsin, ordunu dəyişdirsin, ordunu ləğv eləsin, ya hər dövlət, hər hakimiyyət gələndə təzədən ordu qurmur. Ordu orada sabitdir. Anayasa orada sabitdir. Demək, yəni qurulubdur, qabaqcadan oturub yerinə, hər şeyi təriflər, hətta o hakimiyyətə gələn prezidentin hüquqları tərif olunur. Odur dövlət. Dövlət o sistemdir. Dövlət o sistemdir ki, o prezident ki gəlir ora, onun hüququnu tərifləyibdir. Onun demək, nazirin tərifləyibdir. Onun demək, nə işlərə mücazdır, nələrə mücaz deyil. Yəni bunların hər şeyə ixtiyarları yoxdur ki, bu hər dövlətdə belədir. Məsələn, totaliter dövlətlərə danışmır. Məsələn, İranda Xamenei hər şey qanunun üstündədir. Məsələn, qanun gələcək 4 dəfə şey olandan sonra, təsvib olandan sonra nəhayət gedəcək o təsdiqləyir. Amma o çox ölkələrdə belə deyil. Yəni, qanun prezidentə ya o icraî qüvvəyə, hökumətə üstündür. Hökumətin sərhəddatını qanun verir. Yəni, o sistem ki, hökumətin sərhəddatını bəlirləyir, ona deyirik dövlət. Buyurun. Bəzi fəlsəfələrdə deyirlər ki, dövlət, siz buyuran dövlət, şərridir, amma şərridir ki, ondan da qaçmaq olmaz. Siz necə görürsünüz? Çünki üstəki soruda ərz elədim xidmətinizə. Çünki insanların, toplumun, bireylərin və toplumun haqların əllərindən alır, özü onu emal edir, yəni özün orada bəlkidir o dövlət. Siz bunu necə görürsünüz? Şərri görürsünüz, yoxdur? Dövlət, indi qalıb dövlətlər, dövlət deyəndə dünyada elə bir növ dövlət yoxdur. Dövlətin quruluşu, o quruluş, o sistemin nə dərəcədə demək, insanların, vətəndaşların hüququnun nəzərdə alması. Məsələn, Çinin də dövləti var, adı da cümhuru. İranda da adı var cümhurudur. Amerikada da adı var cümhurudur. Türkiyədə də bunların heç birisində yəni, eyni miqdarda xalqın hüququ eyni dərəcədə deyil və ya hakimiyyətin ixtiyaratı da eyni dərəcədə deyil. İranda mütləqdən cümhuriyyətdə bir məna yoxdur. Və ya məsələn, Çində bir dənə hizbidir. Nə cür istəyirsə qanunu eləsinə təsvib eləyəcəkdir. Hər hansı bir şans yoxdur ki, orada siz bir dəyişikliklər aparıb bir demək, qanun təsvib eləyəsiniz. Yəni, o elə diktatordur. Cümhuru da olursa adı olsun, prezident də seçirsə, yenə də o hizb seçəcək. Yəni, o ayrı bir hizbdən gəlməyəcək, ayrı bir yerdən gəlməyəcək. Və ya məsələn, Cümhur İslamıda prezident seçirsə, yəni Cümhur İslami zehniyyətində olmayan İranı deyək, Cümhur İslami zehniyyətində olmayan bir nəfər əslində aday ola bilməz. Elə onlar orada qalar, orada töşəllə gedər. Yəni gərək onlar yerdə İranda hakimiyyətə yetişiblər, İran kimi sistemdə bunlar əslində cinayətkarlardırlar. Yəni, qan tökə-tökə gəliblər, o kredit qazanıblar ki, gəlsin orada deyir ki, buna güvənə bilərik, məsələn, olsun prezident. Məsələn, olur Əhmədinəcad, olur məsələn Ruhani, olur Xatəmi, olur məsələn Lacivərdi, ya Rəcai, ya məsələn başqası Haşimi Rəfsəncanov. Bunlar qan tökə-tökə gəliblər. Bunlar gəlib xiyabandan gəlib prezident olmayıblar. Ya məsələn, kənardan gəlib, ayrı bir cəbhədən gəlib olmayıb. Ona görə dövlət məsələsinə gəldiyimizdə bunu hansı dövləti nəzərdə tutur? Əslində dövlət olmasa, yəni bir düzən də olmalıdır. Dövlət o düzənə deyil. Bir düzən olmalı, toplum yaşayışda, cəmi yaşayışda bir ölkəni idarə eləmək üçün bir düzən olmalıdır. Anarşi olmaz, düzənsizlik olmaz. İndi bu kötüyə kullanılır. Orada o millət ya insanlar aktif formada bunu kontrol etməyə
demək, mekanizmi yoxdur. Keçir birilərinin əlinə sui-istifadə olunur. Orada yanlış vardır. Ora düzəlməlidir. Yoxsa dedik ki, demokrasi yəni demək bir sistemdir ki, xalq nəzarət edir, xalq bəlirləyir. Gəlir seçki vasitəsilə o prezidentə və ya o yeni seçilənlərə müqavilə bağlı qərar da verir. Yəni belə deyil ki, insan biz hamımız da siyasətlə məşğul olaq. Gecə gündüz məsələn bunun işi var, gəlsə də işləyə, çörək gətirə, ailə dolandıra. Nə gəlib bunu deyir ki, bu siyasəti də, məmləkət idarəçiliyini də tapşırıram sənə və buna nəzarət edir. Bu nəzarət sistemi nə qədər güclüdürsə, fəsad və ya yanlışlar da o dərəcədə az olar. Bu üçün mütləq deyək ki, dövlət yəni şər dedinizdə, belə də şər buyurdunuz. Bəli. Bu o nə formada təşkil tapıb və necə yəni dövlətin yəni fəlsəfə bu fəlsəfədə deyirlər ki, ən demokratik dövlət şərridir. Diktatorlar ki, başdan ayağa şərridir. Amma ən demokratik dövlət də şərridir. Çünki toplumun və insanların çox haqların biz ona müvafiq deyilik. O anarşidir. O anarşi fəlsəfəsidir. Onda hər şey nə istəyirsə nə lazım. Bir düzen olmalıdır. Yəni düzensiz olmaz ki, daşın üstündə durmaz. Bəs siz elə buradan bəlli olur ki, anarşismlə də ki, bir dana fəlsəfədir, müxalifsiniz. Qətiyyətlə. Tamam. Dövlətin işi hardan başlar? Yəni o indi İranda hakimiyyət deyirlər. O dövlət, siz buyuran dövlətin işi hardan başlar, haracan gedə bilər? Dövlətin hakimiyyətin işi, yəni yanlış deyirəm. Hakimiyyətin işi dövlətin bəlirlədiyi, sistemləşdirdiyi, yerinə oturduğu və təsvib olunmuş və ya olacaq qanunların icrasıdır. Yəni onun bir istisnai bir hüququ yoxdur. Fövqəladə hallarda fövqəladə manevr imkanları var. Məsələn, çox onu da yenə də qanun bəlirləyir. Ancaq hakimiyyət qanundan üstün deyil, bəlkə qanunun ölkədə olan o qanunun icrası üçün görevləndirilmiş demək bir sistem ya qurumdur. Ona verilir ki... Sorun buradır Salih bəy. Dövlət ya hakimiyyət, mən indi burada bir-birindən ayırmıram. Eləyə bilir ki, məsələn, Amerikada soyuq savaş dövrlərində o adam ki var idi, kim idi? McCarthy idi, kim idi? Amerikada gəlir komünizmlə mübarizə adına hər kəsi istir tutur, basır, kəsir, terror edir məsələn, dövlət. Yəni o hakimiyyətdə 8 il, 10 il McCarthyism deyirlər də, əcəl iştibah eləməsəm, bir şey hakim olur. Burada bir qanun adına, sizin buyurduğunuz dövlət adına, əmniyyəti qorumaq adına tamam fikir, azadlıqları, zıtları kəsirlər. Yəni bir nəfər nəfəs çəkə bilmir. Burada deyirsin ki, məsələn, tamam, komünist yaxtıdır, ya pisdir, ya əslən ayrı bir şey. Hər kəsi eləyə bilirlər, müttəhəmliyələr məsələn, xiyanətə, casusluğa, fulana, bəhmana azadlığın səlb eləyərlər. Bunun üçün soruşuram ki, siz buyurduğunuz dövlət hardan başlayır onun gücü, haracan gedə bilər? Yəni, sabahları cənabınız, bunu istəyirəm ben soruşam. Sabahları cənabınız dövləti qurdunuz. İstiqlallıdan danışmırıq. İstiqlalda hər şərait mənim də nəzərimdə mücazdır. Yəni, o ayrı. Amma gəldik Subata yetişdik və sizin istəyirsiniz Tadaşdan dövlət olasınız. Orada bu hakimiyyət ki qurulubdur, istiqlal da geçibdir. Siz onu haracan dövlətin o hakimiyyət, o gücü, beləsi deyək, hardan başlayır, haracan gedə bilir insanların üstündə, toplumun üstündə. Onu zahirdə, siz burada bir çelişkili məsələ var. Yəni, dövlət biri bizim gördüyümüz dövlətdir. Bir də bu xalqın, yəni o millətin mənfəəti üzərində qurulmuş bir demək,
otaq və ya deyək düşüncə otağı ya dərin dövlət ki, bütün yəni bu ölkələrdə bu var. Ki, o prezident və ya o sistem dəyişikliyində bunlar görürsünüz ki, məsələ Amerikada fərq eləməz. İndi Trump olsun ya Obama olsun, elə bir dəyişiklik görməz. Elə həmən formada ki, yəni biri cəng başlasın, biri də səhər-səhərlə həmən atəşkəs versin, belə deyil. Ya məsələn, biri bir ölkəni təhrimə qovsa, o birisi gəlsin, bunu dəyişdirsin, elə deyil. Bunu o sistem, o dərin sistem, dövlət yəni özü onun belə deyil və hökumət bunu icrasında mükəlləfdir. Bunun, amma o dediyiniz hallarda bu qaçınılmaz. Yəni dövlətin həm gizli bütçəsi var eyni zamanda. Çünki fəqət dövlət ilə gördüyümüz deyil ki, bir də gizli müharibələr gedir, gizli savaşlar gedir, istihbaratlar gedir, casusluqlar gedir. Gizli əllər bu dövləti içəridən məhv eləməyə və ya zərər vurmaqlara çalışır. Ona görə dövlətin həm gizli bütçəsi var, həm gizli demək, siz görürsünüz, bir çox ölkədə faili məhcul şeylər tapırsınız. Cinayətlər tapırsınız. Məsələn, bir cinayət işləyib bəllidir. İndi maşınla vurublar öldürürlər. Ya deyək, güllərlə vurublar. Ya məsələn, səhdə edib, dünən danışdığımız kimi. Ya filan bəllidir. Bunları ortadan götürürlər. Bu dövlətin səlaməti üçün bu günə qədər olubdur. Bunu daha dedi ki, məmləkətin, millətin əmniyyəti üçün qaçınılmaz bir bugün demək bir aksiyon kimi, bir əməl kimi ki, dövlət bəlli hallarda belənçi məsələləri eləyib. Amma bunu qanuniləşdirmək lazımdır. Bizə görə o hətta istihbaratın da təpəsində dedik nəzarət olunur. Yəni hər şeyin üzərindəki nəzarət olsa, bu əməlləri kontrol eləyə bilər deyə düşünün. Buyurun. Məsələn, bu şeylərdən ki, mən istirdim sizdən cavab alan, biri də budur ki, siz dövləti minimal görürsünüz, maksimal görürsünüz. Yəni, kiçik bir dövlət, az güclü dövlət, yoxsa çox güclü dövlət və çox zəif millət. Biz dövləti deyəndə dövlətlə milləti ayırmır. Deyirik ki, dövlət bu millətin idarə sistemidir. İndi qutbləşib, dövlət millətdən uzaqlaşıb, milləti əsarət çəkib, sümürgəliyə keçirib bir sistemlə bizim gələcək Azərbaycanı belə müqayisə eləmək şey deyil. Yəni, dövlət nə qədər güclənirsə, millət o dərəcədə güclüdür. Yəni, millətin təsiratı hər daim dövlətin üzərindədir. Millətdir bəlirləyən. Millətin iradəsidir bəlirləyən. Sadəcə bu ixtiyarı gətirib veribdir dövlətdə o sistemə. Ona görə dövlət əsla zəif olmamalıdır, daha güclü nə dərəcədə və dövlət hər daim böyüməkdədir. Yəni, böyüməyə çalışır, güclənməyə çalışır və çalışmalıdır. Talih bəy, bunun mənası bu olur ki, yəni maksimal, sizin də bu sözünüz budur ki, maksimal olsun. Gücü bu cür tərif edirsiniz. Yəni, eləyə bilər hər gün personelin çoxalsın. Eləyə bilər, məsələn, bilirsiniz, hər halda dövlətlə hakimiyyət idarə edir. Yəni, hakimiyyət gəlir, bunu aparır qabağa. Dövlət adına iş işləyir. Bu eləyə bilər ki, insanların, çox haqların əmniyyət adına, rifah adına, genişlənmə adına, güclənmə adına insanların belə yataq otağına girər. Yəni, belə bir iş, bu olur maksimal və dövlət dedim, o hardan başlayır. Bir var ki, məsələn, deyəsiniz, biz kiçik bir dövlətiz, amma güclü dövlət ayrıdır. Yəni, milli mənafeyi təmin edən dövlət bir fərqlidir. Bir də var ki, bu dövlət... Mənim dedim, o güclənmə o baxımındandır. Nəinki xalqı yaşayış alanını ya
fəaliyyət alanını darışlaşdırsın və onun hər bir şeyinə müdaxilə eləsin. Əvvəldə dedik ki, bunlar dövlətin qanununda bəlirlənmiş cünələr elə əsən hökumət müdaxilə eləyə bilər, ya kimsənin müdaxilə haqqı var və nə şərtlərdə var. Yəni siz birinin xüsusi hərimini gedib demək evinə, şəxsi yaşayışına müdaxilə eləməyinizsə bu olmamalıdır. Yəni buna biz qarşıyıq. Ona görə mən dövlətin güclü dövlət dediyimdə o deyil ki, dövlət o milləti pəncəsində əsir tutub istədiyi kimi yönətsin. Yox, qonşu ətraf dövlətlərə qarşı demək özünü qorumaq üçün hər daim o güclənməkdədir. Çünki ətrafdaşlar hər kəsən güclənməyə çalışır. Və bunun da bir limit nöqtəsi yoxdur ki, deyək ki, burada da biz güclü qutuldu. Çünki hər gün yeni bir güc sistemləri və ya güc texnolojisi metodu gəlir ortaya. Ona görə dövlət dedik ki, hər daim güclü və güclü olmalıdır. O mənada deyil. Sizin dediyiniz mənada mən işlətmirəm. Yox, orada mütləqa məhdudlaşmalıdır. Yəni qanun qəzavət eləmək, qanun gücü hökm eləməlidir. Siz fərz eləyək bir dənə gəldi bir dövlət, hökumət əlbəttə biz dediklərimiz burada bir-birini tutmur. Bir hökumət gəldi, bir əməl elədi. Bunu hətta əməli yenə də təhqiq olunmalıdır. Ya tutdu məsələn birini, atdı zindana, dedi ki, məsələn ona gələn bilgilərə görə, filana görə bu deyək məsələn xiyanət edib, casusluq edib, məmləkətin sırlarını satıb və filan edib, beyman edib. Bu yenə də özü təhqiq olunan. Əgər o yersiz bu işi görübsə, o dövlət cəsarətmə, o hökumət, yəni bunu eləyən hökumət cavabdehdir. Yəni qanun onu məsuliyyətə cəlb etməlidir. Çünki deyil ki, açıq qoysundur hökumət gəlsə. O diktator, İran kimi dövlət hökumətlərdədir, Çində və ya məsələn Rusiyada, ya başqa şahlıq sistemlərində filandadır ki, o formada ola bilir. Bir demokratik ölkədə bizim istədiyimiz Azərbaycanda elə olamaz. Olmam. Gözəl. Məsələn, mən bunu düşünürdüm, indi cənabınız danışa-danışa insanın zehni hər halda işləyir də bilirsiniz. Eyni halda neçə şeyə həm qulaq asa bilir, həm də fikri gedə bilir. Məsələn, düşünürdüm bu rəisinin helikopterinin düşməsinə hakimiyyətin başıdır. Amma mən məsələn bunu düşən kimi dedim ki, bunu öldürüblər və bunu şey eləyiblər, yəni həsf eləyiblər, siyasi həsf eləyiblər, amma səhnə düzəldəcəklər. Baxın, indi yavaş-yavaş bəlli olur ki, vaqəən o cür olubdur. Yəni, adamlar bunu, bir adam idi ki, öz əllərində idi, amma bəllidir ki, hakimiyyətdə olan bir mafiyaların o maksimaldaydığım güc, hətta onu özünə mane görür, gəlir onu, helikopterin salır, o birisi helikopteri də deyir, get, qoymur ona, onu neçə saat düzəlsin, ondan sonra da gəlir onu, indi məsələn bəlli olur ki, əkslərdən tutdan bəlli olur ki, rəcbara bağlayıblar helikopteri. Yəni helikopterin üstündə ən azından İnsafəli bəy, o sistemdə demək qutbləşmə o dərəcədə qutbləşibdir ki, hər bir şey, yəni siz bu təzə bir şey də deyil. Siz qədim dövlətçilik sistemlərini deyəcəksiniz, görürsünüz məsələn birisi gəlir, taxtaki çıxır, görürsünüz məsələn qardaşını kör edir. Qardaşıdır, doğma qardaşıdır. Ya məsələn barmaqlarını kəsir. Məsələn qılış tuta bilməsin, qılış tuta bilməsə də sultan ola bilər. Yəni bir türlü ona təhdid olan şeylər ortadan qaldırılıbdır. Mütləq olanda, güc mütləq birilərinin əlində olanda biz İranı millət tutmuruq ki, İran bir dənə diktaturi mütləqdir. Biz demokratik Azərbaycandan danışırıq. Bu keçənlərdə biz söhbət elədik. Süleymanını da, bunlar Qasım Süleymanını da. Bir cürü Qasım Süleymanı böyümüşdür. Yəni o cücə Qasım Süleymanı dərdi ki, daha Xameneyinin ovcundaydı. Oraya yetişmişdir ki, gəlmişdi, dövləti istəyir geçirsin pəncəsinə və bunu dolayı yollarla Amerikaya mesaj göndərirdi ki, bəs məsələn nəcür dövlət qursunlar ki, Xameneydən filandan gücü alsın. Bu da olan əlinə eşində nədirlər, onu da verdilər Amerikanın demək,
pəncəsindən və vurdu, yox elədi. Elə rəisini də götürə bilərlər. Bundan qabaqki demək Bəni Sərdin başına və ya o birisinin demək dəftərində patlayışına baxın. Bunlar hamısı o demək təkəlliyə və ya iqtidarını genişləşdirmək üçün ya bu sistem də var orada. Yəni dedi ki, Xameneyi qanundan üstün. Xameneyi hər şeydir. Yəni dövlət əsasında dövlət o mənada desə Xameneyidir. Çünki hər şey o bəlirdir də. Yoxsa yəni hökumət demirəm, dövlət. Mən öz təbirim. Yəni hər şey o bəlirdir. İndi hökuməti bu adam bir yerdə baxır görsə, səhər məsələn Xameneyi hər halda axıra kimi tutub getməyəcək ki, 5 il aşağı yuxarı bir gün öləcək. Bu öləndən sonrasına da tər tökür. Yaxşı, məsələn, indi iki şey vardı, cinah vardı çəkişində güclü. Birisi Müştabadır, Xameneyinin oğlu. Yəni, irsid də səltənət keçirdir onu. Hələ səltənət keçirməsin də, hər kəs olursa. Biri də bu rəisidir. Rəisi də elə onların cinahından. Amma kim burada qüdrət davasıdır? Təbii ki, bu ehtimal çoxdur. Ki, onlar, yəni, bəri başdan beyinə gələn suallardan birisi budur. Başqa məsələlər də var. Bunlar əlbəttə bir 20 ildən, 30 ildən sonra bəlli olacaqdır. Həqiqəti nə olubdur. Əslən, mümkün də orada, məsələn, Azərbaycan istiqlalçıları o dağlarda qalıb bəllini qoyubdur və elə təsadüfən də, yəni, bu məsələ gələcək deyə, ya buradan geçirmişlər, qoşub güllüyə salıb belə. Yəni, bu da ola bilər. Bunu, amma böyük ehtimal nədir? Böyük ehtimal bir dənə ölkənin prezidentini taqqalaq bir dənə helikopterlə, hansı ilin yapımı bir helikopterlə bu sisli havada göyə çıxartmaq, bu özü bir dənə TOTE'dən xəbər. Siz görərsiniz ki, bu dövlətlərin başı gedəndə bir yerə, onların əmniyyət mühafız uçaqları qabaqdadan gedər, dağdan gedər, yuxarıdan baxar, hər şeyi nəzarətə alır ki, buna bir zərər gəlməsin. O dövlətin, o ölkənin prestijidir. Yəni, hesab edin ki, məsələn, hər hansı bir dövlətin nəzərdə var. Getsin, təyyarəsi göydə düşsün. Yəni, bu bir o qədər bunu nəzarətdə baxarlar ki, hər hansı bir ehtimalatı olmasın deyə inspekt edirlər ki, heç bir təhlükə yoxdur. Məsələn, daha ən sağlam bir vəsilə olmalıdır. Ciddi qululu olmalıdır, müdafiə sistemi olmalıdır, bunu müdafiə edən ekip olmalıdır, demək və s. Burada bir TOTE olması var, möhtəməldir. Amma başqa şeylərdən möhtəməl. Yəni, İstəyirəm ərz eləyəm hikmətçisə ki, Salih bəy, yəni dövlətin dövlət ərz edirəm da, İran hakimiyyət danışmıram, elə siz buyuran dövlət deyirəm. Əli haracan açıqdır. Yəni, dövlətin limiti yoxdur. Baxın, orada dövlət dedik ki, Xameneyidir və həmən bu da Xumeyninin davamıdır. Xumeyni ki, mən söhbətimin əvvəlində dedim. Bir gün gəldi, 12 dənə maddəli fərman verdi. 5 aydan sonra o fərmanın tam tərsinə, yəni burada bir usul yoxdur ki, qanun yoxdur ki, onu kontrol edəsin. Hər şey odur və onda bir canavara çevirir, qan içənə çevirir. Onda hər türlü cinayətə o özünü mücaz görür. Çünki mərkəz odur. Biz ölənki sistemdən danışmırıq. Biz Azərbaycan demokratik, sekular dövlətindən, cümhuriyyətindən danışırıq. Yəni, həqiqi mənada xalqın rəyi ilə seçilmiş və idarə sistemindən danışırıq. İranda adı cumhurdur ama özü cumhuru deyil ki. Yəni, İran, buyurun. İran adı cumhurudur. Yəni, amma elə prezident falan da gəlirlər, seçirlər. Onu maaşı da göstərirlər. Həm prezident istədikləri seçilir. Yəni,
Yani sizin bir ayrı bir seçeneğiniz yoktur. Zaten iki nefer korur. İkisini her hansı da seçilse bunun adamıdır. Ve Doğru. oradan siz her kəsə də rəy verirsiniz verin, o çıxadanını çıxadacaq. Oradan çıxacaq Əli. İndi siz Qasıma verin, Hüseynə verin. Əsən Əliyə vermən, Əli çıxacaq. Necəsə mesela Əhməd Nəzarla Musəvinin davaları bunun üzərindədir. Ola görürlər ki, həqiqətdə rəyi onlar gətirmişlər. Bunların adını. Ve burada cumhuru yoktur. Adı cumhurudur. Ama mütlak diktatörlükdür. Şahlıktan da daha demek ciddi formada diktatörlükdür. Üyesi bir nefer oturup orada her şeyi dersleyir. Bir dənə fətva verir, qanun iptal olur. O değerli bugün danışır, sabahlar demek emir verir, sabahlar kanunu yoktur ki o icra olur. Yani onun dodağından çıkan kanun, tabii ki burada istediğiniz cinayette işlenilebilir, istediği suistifadeler olunabilir. Biz eğlence bir sistem değil. Hakiki manada cumhuriyet sistemiyle idare olunmasını demek bir devletin peşinde. Ne için bir şeyden kurtulup o birisi bir diktatörün pəncəsinə düşür. Buyurun. Çok sağ olun. Teşekkür ederim. Bilirik ki dövlət inhisarçıdır. Yəni siz buyuran dövlətdə təkəldir, münhəssirdir. Yəni məmləkətdə iki dənə dövlət olmur. Bir dənə dövlət olur. Və dövlətin təkəlçiliyi ilə, yəni o saracan istəsə atın sürsün. Onun necə onunla müqabilə eləmək düşünürsünüz? Dövlət bir saat kimindir. Birisi bir dənə saat. O saat bir tərəfə işləyir. Yəni siz olmaz onun içində bir ayrı dövlət olsun, ayrı bir sistem olsun. Dövlət mütləqa demək bu prinsiplərin əsasında, belirlenmiş prinsiplərin əsasında hərəkət edən, işləyən o saat, o iş formada işləyir. Onun demək yani qüdrətin birilərinin əlinə geçməməsi üçün onun strukturlarını qanunların vasitəsilə kontrol eləmək üçün kimsə gəlib məsələn orada istisnai bir hüquq tapmasın veya o dövləti pəncəsinə geçirməsin. Amma o sistem özü nə dərəcədə sağlam və güclü işləyirsə o toplumun da o dərəcədə əmniyyətini və rifahını təmin edəcək inancında. Amma bu təkəlçiliyi yəni dövlət 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 olmaz. Ona alternatif bir şey olmaz. Hakimiyyətdə gəlib deyək məsələn pozisyon opozisyonu olar, hakimiyyət iqtidar müxalifəti olar. Amma dövlətdə olmaz. Tamam. Dövlətin özünə də bir alternativ düzəldir. Ki bunu təhdid edəsin. Olmaz. Dövlətlə tək olur. Tamam. Normalda dövlətin qurumları ehtiyac duyduqları qanunları yazıb ya hazırlayıb hazırlarlar məclisə onları bir az məclis də onu biraz oyuz elər, təsvib elər. Yəni məclis özü qanun qoymur. Mütəəssifanə mən bildiyim yəni İranda. İndi mən hətta Kanadada da bilmirəm ki, qanun sistemi necədir. Onun üçün bunu elə İrandan gətirirəm ki, dövlət hakimiyyət gəlir iş üstə. Dövlət var. Siz buyuran dövlət var. Məclis var, ədliyyə var, polis var, əmniyyət var, çoxlu şeylər var, nizarət sistemi var, bazıləsi keşvər var falan. Bunlar var hamısı. Amma indi hakimiyyət gəlib iş üstə deyir ki, mən bu qanunu ya dəyişdirəm, ya da ki, taza bir qanun gətirirəm. Məsələn, hicaba görə. Məsələn deyirəm. Məsələn, panlığa görə. İndiyəcən panlının üstündə bir qanun yoxdur. Amma bir daha deyir ki, məsələn, bir daha qanun gətirirəm. O, öz düşüncəsinə əsasən, yəni hakim, öz 4 illikdə mənafeyinə görə, düşüncəsinə görə bir qanun hazırdır, çərçivə hazırdır. Onu gətirir məclisə. Məclis də biraz onu aşağı, üstə, yuxarı, aşağı, biraz da 1000 dənə də dalda da oyunundan onu əmniyyətli filandır, bəhmandır, 1000 dənə mənafe milli deyə
onu təsvib edir. Yəni məclis dövlətin əlinin hatarı və kilidi olur. Siz bunu necə görürsünüz? Amma indi bu İranı məbdə tutsa, sən tərəflərin hamısı xəta olardı. İranda nə məclisin həqiqi mənası Salih vardır. bəy, bunu niyə soruşuram? Bunu buna görə ki, bizim millət indi bunu yaşır. Biz də orada yaşırıq, bilirsiniz? Biz o İran dediyimiz yerdə yaşırıq. Biz indi bunlardan qurtarmaq çarə axtarırıq. Görək ki, bizim siyasilərimiz buna qarşı necə düşünürlər? Yəni sizə indi İran dedi ki, buyurun. Buyurun. Qanun özü təsvib olunmaz. Qanun, baxın, məsələn, Türkiyədə bir dənə qanun qoysunlar. Aylarca bu tartışılır, cəmaətin rəyinə qoyulur, hizblər mübarizə edirlər. Sonra gətirirlər, bunu referenduma qoyurlar. Məsələn, onu qəbul eləsinlər, ya məclisdə gətirirlər, qəbul olunur, ya olunmur. Və ya məsələn, Amerikada, Kanadada bir dənə qanun üstündə vəz eləsin. Əsən, bu şeylər var, valla, legislation'ın, bu şansı vardır sizə deyir ki, əcəba bir təklifiniz var mıdır? Yəni, məsələn, siz istəyirsiniz, indi deyək ki, gələcək ilə, məsələn, təlim sisteminə, deyirlər ki, əslən təlim sisteminə hər hangi bir şəxədə və ya qəzai sistemi, əcəba bir təklifiniz, bir irad görür müsünüz? Məsələn, bir təklifiniz var mıdır? Ki, bu tartışılsın. Yəni, bu, İran adlanan yerdə bunlar heç bir şey olmuyor. Burada bir dənə səhər durmuşuq, görmüşük, deyirlər ki, məsələn, qanundur, qoydular, icra olun. Dediyim kimi, dünən Xümeyni deyibdir ki, kiminsə evinə girmək olmaz, səhər deyir ki, 50 min nəfər edəm eləmək. Və zindanda gedirlər, məsələn, yığırlar. O adamlar ki, məsələn, cürmülər yoxdur. Belə, bəlli də nədən ötürü tutublar. Aparıblar, məsələn, xiyabanda tutublar, bəlli də siyasidir, qeyri-siyasidir, yoxsa səhər ölüsünü görür. Yəni, bu İranda olanlar, İran adlanan ölkədə işlənilən və ya bu dövlət dediyimiz əsasında heç bir demokratik, insani və ya qanuni bir əsası yoxdur. Onu orada dedik, Xamene'nin dodağının arasındadır. O çıxır qanunu fırladı, çövürür, o tərəfə sabahlar gəlirdi. Deyir ki, Amerika düşməndir. Sonra deyir ki, nərmişi qəhrəmanana. Heç səsində bir söz yoxdur, şu dursun mu nə deyirsin ki? Amma bu məndən müqavimət deyildi, məsələn deyildi. Ya məsələn, bu qədər hədə qorxu götürmüşdü ki, aynən İsrail filan eləsə, belə eləyəcək, belə eləyəcək. İsrail vurub dağıdıbdır, İsfahanı yerinə yeşən eləyibdir. Deyirlər ki, 2-3 dənə nədir, rizpənəndə gəlmişdi. Bəlli də dərsi bu, məsələn, İsrail yaralar. Ordu da qərar verir. Qanun yoxdur, sistem yoxdur ki, gəlsin desin ki, çıxsın, qoysun ortalığa desin ki, məsələn, bu uçaqlar filan istiqamətdən gəlib, uçaq idi, ya muşək idi, ya nə idi, ya filan idi. Ya məsələn, niyə biz bu füzələri atdıq ora? Niyə əslən, məsələn, bizim pulumuz fəzələ geçsin ki, bugün Hizbullaha xərclənilsin, ya Həşd-ü Şəbiyə xərclənilsin, ya Həməsə xərclənilsin, ya Madaqaskarda hansısına ki xərclənilsin. Burada məsələn, kimsədə beləncə bir sistem yoxdur ki, bunu sorğuya çəksin. Ağada durur səhər-çağı, deyir ki, yəni məsələn, Xameneyinin Rəfsəncanının sərmayəsinə yetişəcək bir sistemi, qanun mu vardı ki orada? İranın pulundan çox onun pulu vardı, İran adlanan yer. Pulundan çox. Dünya banklarında 70-80 milyar dolar pulu vardı. Hardan gətiribdi? Bir dənə tələbə idi da. Amma yoxdur. Burada yəni ona baxacaq bir sistem yoxdur. Biz bunları danışmıyoruz. Deyək ki, modern, demokratik Azərbaycan Cumhuriyyəti hər şey şəffafdır orada. Yəni biri, baxın, Amerikada, Kanadada, Türkiyədə gələndə Rəcəb Tayyip Erdoğan nəzərdə tutur. Bunun hakimiyyətə gəlmədən əvvəl hər şey elan edir, yazır, səbt edirlər, qorulur. Hakimiyyətdən gedəndədir. Siz baxarsınız, məsələn, Türkiyədə hangi prezident indiyə kimi qaçıbdır, dövrü qutulandan sonra və ya məsələn, hakimiyyətdən nazir, vəzir o birisi məsələn, qaçsın geçsin ayrı ölkələrdə qalsın. Heç bir şey getmir. Niyə? Çünki qanun içində, qanun ona o şəraiti qoymuş ki, ixtilas eləsin, oğurluq eləsin, şəhər-şəhərə qaçmağa məhkum qalsın. O qutulandan sonra, prezidentliyi qutulandan sonra da orada ömrünün axirinə kimi dövlət demək, servisindən faydalanaraq, əmniyyətindən faydalanaraq yaşayır. Amma İranda, yəni bugün
olan hamısını görürsünüz hakimiyyətdən düşürlər, qaçırlar. Niyə ki, o qədər oğurluq eləyiblər ki. Salih bəy, bu misallar çox gözəldir, amma bu məsələni indi açıqlamır. Məclis bir qüvvədir, dövlətin, siz buyuran dövlətin bir parçası. İranda formalitar yani. Ben bunu istemiyorum ki İranda sizin düşüncənizdə Kanadanın misal verdiniz, çox gözəl, mən də bunu yadıma düşdü, düz buyurursunuz. Hətta burada, məsələn, bir dənə bir quru yer vardı, istəyirlər satalar. Bir nəfər gəlib deyib ki, mən bunu istəyirəm, burada alam, ev tikəm məsələn. Orada o şəhrin federal dövlətdir də, bilirsiniz Kanada, o yap kiçik şəhərdə də belədir. Yəni bir dənə şəhər vardı, məsələn, deyək ki, indi Ontario'nun şimalında 2000 ev var. 2000. 6000 adam yaşır zahiri. Onlar indi istəyirlər, məsələn, şəhri biraz genişləyirlər. Deyiblər ki, hər 2 ekr, yəni 8-9 min metri verir 10 dolara. 10 dolara deyir ki, satıram bunu. Amma gərək gələsən burada ev düzəldəsən, bir iş düzəldəsən. Onun məsələn, o yeri bunu vermədən öncə orada bir tablo yazır, qoyur. Deyir ki, bu yer ki var burada nə təklifiniz var düzəltməyə? Onu gətirin, o şey olsun. Adamlar dururlar, hər kəs istəyir orada bir şey düzəltsin. Durur, projesini götürür, aparır. Mən istəyirəm burada bəqqallıq düzəm. O deyir, mən benzin açam. Bu deyir, mən məsələn, it yemağı satacağım. O birisi deyir, mən məsələn deyirəm, fizioterapi düzəldəcəyəm. O birisi deyir, mən mətəb açacağım. Hərə. Bura aparır, ora. Onlar baxırlar, deyirlər, bu şəhərdə nə bizə çox lazımdır. Burada nə çox ola bilər, onu götürürlər. İndi siz məclisə belə bir kontrol qoymaq üçün, yəni bir sistem nədir düşünürsünüz? Məsələn, tamam, bir məclis var, bir hakimiyyət var. Hakimiyyət də əlbəttə bəzən məclisi də alır əlinə. Bilirik, demokrasiyada da belədir. Ədliyyəni də alır əlinə hakimiyyət. Eləyə bilir ki, istədiğin getir də. İndi burada nə cür eləyək ki, gecə yatıb səhər, məsələn, indi neçə ildir? Mən fikirləyirəm ki, 4 ildir. Türkiyədə Rəcəb Tayyip Erdoğan cənabları çalışır ki, anayasanı dəyişdirsin. Ya məsələn, əgər kodita yadınıza gəlsə, koditadan 2016-dan bu günəcən hey deyirlər, bir iddə adamlar fişar gətirirlər Erdoğan cənablarına ki, edam qoy, edam bir qanunu qoy. Axırda dedi ki, məclis təsvib eləsə mən imzalaram. Yəni adam qaçdı altından. Necə ki, məsələn, mən şey deyirəm ki, indi bunu siz bu sistemi Azərbaycanda nə cür yaradacaqsınız ki, məsələn, cənabınızın partisi gəldi, dövlət oldu, hakimiyyət oldu, üzr istəyirəm, hakimiyyət oldu, istədiyi qanunu qoyub bizim ixtiyaratımızı, haqqımızı əlimizdən qısıtlamasın çox. Bunu nə cür, hangi təzmin ilə istəyirsiniz, bunu təzmin eləyəsiniz bizə? Amerika'da bir sistem var. Seçkiler kongreslerini yarı seçilir. Yani elə olur ki, bir iktidarın bütün dövründə o demək məclis eyni formada deyil. Əslində bunu kontrol eləmək üçün belə olar ki, prezident seçkiləri ilə məclis seçkilərinin demək dəyişik zamanlarda əlbəttə bir xəzinədir, amma demokrasi kontrolu üçün lazımlıdır. Prezident seçkiləri ilə məclis seçkiləri ayrı bir zamanlarda, ayrı bir dönəmlərdə olsun. Yəni ki, deyək məsələn bir prezident seçilibsə bu ölkədə, indi qalıb ki, biz məsələn məclis mi seçir, yəni yoxsa prezident müstəqil ayrı seçilir, məsələn Amerika kimi, Türkiyə kimi, demək Azərbaycan kimi. Yox, ya güclü partinin başkanı olur prezident. Əgər beləncə halda olursa ki, prezident ayrı seçilsin, yəni hökumət ayrı seçilsin, o zaman məclis ayrı bir tarixi, məsələn məclis 2 dənə prezidentin dönəmində, birinin ortasından o birisinin ortasına qədər devam eləyər ki, bu prezidenti bəlli ölçüdə nə bilər, kontrol ala bilər ki, o məclisi öz demək, siyasətlərini yeritmək üçün pəncəsində tutmasın. Buna bir mekanizm təriflənməlidir. Bizim belə bir, bu anda yəni elə bir tərifimiz yoxdur, amma bunu eləmək olar ki, daha demokrasi, yəni prezidentin, dedik bizim əsasında prezidentin
indiki mərhələdə, keçid mərhələsində və bu quruluş mərhələsində prezidentin ixtiyarı çox olmalı. Çünki biz çevik qərarlar vermək. Amma o demokratik mərhələ, yəni təsbitləşəndən sonra ki, demək, daha sağlam bir dövlət olsun deyə, onda bu sistemi uygulamaq olar, ya bir sistem kəşf eləmək olar, təhqiq eləmək olar ki, bunu bəlli ölçüdə kontrol edilsin. Demokratik ölkələrdə, demokratik formalarda bu azdır. Yəni, sui-istifadə bir cür qanunu pəncəyə keçirmək ehtimalı çox azdır. O, maalesef bizim xalqımızın acı təcrübəsi bundandır ki, çünki İran kimi adda cumhuri, amma mənada, mahiyyətdə bir totaliter sistemin pəncəsindədir və cumhuriyyət daha ona, yəni totalitarizmlə cumhuriyyətin bir ayrı bir ayrım yapması zor olur. Ona görə bədbindir məsələlərə. Bunun kontroluna yəqin ki, bir yol düşünmək lazımdır. Buyurun. Talib Bey, məsələn, mən elə yenə də ərz elədim, cənabınız danışa-danışa zehnim getdi birdən. Kanadada o sistemi cənabınız da işarə elədi, mən də ərz elədim, o sistem nə cür işlir. İndi birdən zehnimə gəldi ki, çox rantın da qabağını alır. Məsələn, fikir eləyin ki, bələdiyyədə işləyənlər bilələr ki, burada nə düzələcəkdir. Gedər, məsələn, familiyinə, dostuna, yoldaşına deyər ki, sən ged oranı düzəlt da. Məsələn, orada getkinə yeri al, ya getkinə falan. Bu bir rantıdır. Amma o zaman ki, onu gəlir ələnicə deyir. Məsələn, mənim yadıma gəlir, Təbrizdə, məsələn, istədilər xiyaban çəkələr. Şəhərin qədim evlərini dağıdacaqlar. Ya məhəllələr dardır, onu dağıdacaqlar. Onu demirlər, məhəllə bilmir hardandır. O şəhridarədə işləyən adamlar gedirlər oradan o yerləri, evləri alırlar öncədən. Məsələn, bilir ki, bura yola düşəcəkdir. Oranı alır, deyir, bunu bir dövlətdən bir pul bunu alacağam, kəsəcəyəm. Bir də onun yanındakını alır, deyir, bunu yıxandan sonra qıraqdan mağaza düzəldəcəyəm, ya apartman düzəldəcəyəm. Görürsünüz ki, o ev sahibinin pulun, məsələn, gedir oradakı bugünkü qiymətə alır. Amma sabahlar ora şəhərdarı gəlir, oranı yıxanda deyir ki, yox, buranı mən bu qiymətə satmaram. Çünki şəhərdarda özü də işləyir. Bilir ki, nə cür edə bilər, qiymət aparır yuxarıya. Qiymət aparır yuxarıya, oradan bir pul kəsir, sonra da o yıxılan yerin yanındakı, məsələn, apartmanı tikir. Hətta görürsünüz, bunu da, bu cür rantı da aradan qabağa aparır. Çünki, məsələn, deyir ki, buranın biz yıxacı yox, millət bilir, 2 ildən sonra buranın yıxacı yox. Məsələn, mən özüm deyim, Torontoda bizim bir yerdə yaşırdım. Oranı, məsələn, gəldilər, neçə il qabaqdan vurdular ki, biz buradan metro çəkəcəyik. Məsələn, 25-ci ildə də metro təkmil olacaq. Tamam, məsələn, adamlar bilirdilər ki, 2018-dən, məsələn, mən orada yaşırdım, bilirdim ki, buradan metro gələcək, burada evlərin, metro 2025-də təkmil olacaq, evlərin qiymətləri yuxarıya gedəcək. Yəni, onu adamlar, məsələn, bilirdilər ki, mən satıram, neçəyə satmalıyam. Amma indi bunu gizli tutsaz, o bir dənə rantıdır. Birlikdə adamlar onu biləcəklər, şirkətlər, böyük şirkətlər filanlar gələcəklər orada evləri alacaqlar filan, milyardılar qazanacaqlar. Sən də ki ev sahibiydin, mülk sahibiydin, əli boş qalacaqsan. Yəni bunlar mənim nəzərimə bunu bir parti olaraq bu sistemi düşünməlisiniz. Yəni ki biz bunu nə cür təzmin eləyəcəyik? Yəni məsələn hakimiyyət var, tamam. Hakimiyyətin içində bir iddə adamlar var, mafiya düzəldirlər, ya gizli saxlaya bilirlər, ya filan eləyə bilirlər. Bunlar nə cür olacaqdır? Hətta məsələn deyək ki, ən gizli təşkilat məsələn istəyə bir dənə bir iş görə, əmniyyət adına, məsələn bunu nə cür kontrol edəcək millət? Məncə bunlar çox ciddi məsələdir. Hər halda gedək o birisinə dövləti, yəni hakimiyyəti burada deyək. Əlbəttə dövləti, yəni siz buyuran dövlət. Kim qurur ya kim yaradır? İndi məsələn biz istirik ki, İran işğalından qutaraq, burada yaratmaqdır da. Yəni biz istirik bir yoxu yaradaq. Bunu kim yaradır və ya necə yaradır? İndi bir inqilab dövləti vardır. Bir demək mövcud dövlətlər vardır. Bizim şəraitimizdə biz işğal altında olan, yəni başqaları gəlib toprağımızı işğal edibdir. Burada bir sistem qurubdur. Bizi bütün, yəni hakimiyyəti bizdən alır. Bu bizə hökuməti. Bizdə dövləti demək o inqilab
İnqilab qüvvəsi ki, qəhriyyə qüvvə ki, bu işğalı dəf eləyəcəkdir, o da müvəzzəfdir müvəqqət dövləti qurmaq. Və bu müvəqqət dövlət əlbəttə ki, bir şey nöqsanları olacaqdır, bunun axsantıları olacaqdır. Müvəqqət dövləti rəsmi və ya daimi dövlətə çevirmək üçün təbii ki, ölkənin aydınları, siyasətçiləri, partiləri, hüquqçuları hamısı birlikdə işləyir və bu dövlətin sistemini demokratik bir formada bəl edib, eləyirlər dövlət olur bu. Deyirik ki, məsələn, qanunumuz, cəza qanunumuz budur, icra qanunumuz budur, ordumuz bu kapasitədədir, pulumuzun vahidi budur, ölkəmizin bayrağı, adı filanı və hər şey yəni belirlər. Ona bizim kimin şəraitdə, yəni bu formada dövlət qurulur və ya hər hansı bir yerdə siz bir toplum istəyirsə dövlət olsun, əskidən də belə. Gəlir məsələn deyir ki, Səlcuqlu dövləti, ya tutub məsələn Sasani dövləti, ya hər hansı məsələn Xarəzmilər deyə, ya Osmanlı deyə, imperatorluğu ya dövləti. Təbii ki, o gəlir sistemi alır əlinə, qanun qurur, idarə sistemi qurur, olur dövlət. Biz də Azərbaycanda istəyirik bunu, demək, Farsın əlindən alıb, Farsın işğalından toprağımızı qutaraq, xalqımızı Farsın əsarətindən qutarıb, orada bir azad dövlət var. Nə qədər bunu bacaracaq, bizim təbii ki, onu da yəni bir partiyə və ya bir şəxsə, bir quruma mühavvəl eləmək doğru deyil. Bu, gərək oradakı bütün partilərin iştirakı ilə nəyə daha elmi, demokratik bir formada o dövlət qurulur. Biz belə görürük. Gözəl. İndi dövlətin, ya hətta hakimiyyət və dövlət, elə hər ikisini də soruşuram. Bunun kim kontrol edir? Ya kimlər, ya hangi təşkilat, sistem kontrol eləməlidir? Hətta dövləti, yəni, məsələn, dövlət güclənmək istəyir, təkəllik var idi. Məsələn deyirəm, İran moridində görürsün, ekonomini əlinə keçirdir. Yerlərin 80% dövlətin vəqfi ilə qarışıq, vəqfi də dövlətin əlindədir, 80% dövlətin əlindədir. Sərvət onun əlindədir, pul onun əlindədir. Bunları nə bir kontrol eləmək istəyirsiniz ki, məsələn, hakimiyyətə gələnlər bundan şey eləməsinlər, sui-istifadə eləməsinlər. Bu tanınmış üsullar var. Dedi ki, mesela hər hansı bir demokratik ölkədə birisi ki, hakimiyyətə gəlir, adaylığından gətirib bütün varlıqlarını orada elan edir. Bu mənim evimdir, bu maşınımdır, bu bağçamdır, bu qədər bankada pulum var və s. Bunun vəziyyətində hər hansı bir sistemə hakimiyyətə gələn birisinin vəziyyətində əgər bir ciddi dəyişmə oldu, orada qanun buna yetişməlidir, baxmalıdır ki, bu pul hardan gəldi? İndi bu prezidentlik dönəmində... Mən də istəyirəm onu soruşam. O sistem nədir? O sistemin təzmini nədir? Məsələn, İranda da var bu qanunda... O sistem o dövlətin qanunudur. Dövlətdir bu. İranda da var bu sistem. İranda da bu qanun var. Qanun anayasanın içində də var. İranda dövlət, İranda yəni o qanun, bunlar hamısı əslində zahirdir vardır. Burada bir nəfərin dodağından təriflənir. Onun ətrafında yığıb bir serilərini dövləti hər şey keçirib pəncəsinə. Onun üçün soruşuram ki, mən də onun üçün soruşuram Salih bəy. Mən də onun üçün soruşuram ki, məsələn bunun zəmanəti nədir ki, sabahları Azərbaycanda partilərin, güclü partilərin olması və bunu nəzarətdə saxlaması və güclü icraî sistem, qanunun güclü formada icra olunması, yəni qanunu heç bir vəziyyətdə, heç bir dövlət məqamının o qanunu görməməzlikdən gəlməməsi. Məsələn, bu gün İsraildə dünənlər söhbət edilir, Netanyahu hakimiyyətdən getsə, birinci hakimiyyət dönəmində də birinci vəzir dedi ki, məhkəməyə çəkilir.
Görə məsələn İran kimi yerdə də belə bir şey olubmu? Kəsinlər ki, məsələn demək baş naziri ya nəxust vəziri məsələn mühakimə eləsinlər. Yəni belə bir sistemlər olmalıdır ki, onlara yetişsin. Onu dövlətin o qanunlar qoyduğu o qanunlar və o qanunların icrasını da təbii ki, burada olan partilərin istəyi ilə, gündəmə gətirməyi ilə və ya o icraî sistemi təkərçilikdən çıxarıb demək icraî sistemi işə salaraq onları mühakimə eləmək olar. İranda var, amma əməl olunmur. Məsələn, Türkiyədə olur. Baxın, Amerikada senatoru tutdular, Avropada demək bir parlament nümayəndəsi parlamentin kredit kartından hardasa birisine qonaqlıq vermişdi. Böyle böyüce bir şey derdi. Ama rüşvə elədilər. Yani sistem eğer işləyirsə onun önüne geçmək olar. İranda belə bir şey var, yazılıb da, ama sistemdə deyil, işləkdə deyil ki. O yazılıbdır cəmaətə göstərmək için. Biz dedik, İranı müqayisə eləmək. Biz dedik ki, bir dənə bir şey istəyir, heç yoxdur. Bəli. Ərz edeyim xidmət sizə ki, geçək sonuncu soruya. Salih bəy, dövlətin ya hakimiyyətin, hər ikisinin də bunu demək olar, kontrolu milli güvənə və milli çıxarlara zərər edə bilərmi? Yəni məsələn o sistemlər ki buyurursunuz, nizarəti sistem falan bəhman, o milli güvənə, milli çıxarlara, mənafi milliyə zərər eləyə bilərmi? Yox, eləməməlidir. Mənə bir dəqiqə. Tamam. Əziz dostlar, Salih bəy telefon gəldi, ona cavab verincə mən burada düşüncəmi deyim. Hər halda bilirik ki, dövlət çox inhisari bir varlıqdır. Yəni təkəldir. Rəqibi yoxdur. Rəqibi olmadığı yerdə çox da elə bir Salih bəy getdi. Mən buradan baxım görüm, gəlsə çağırıram gələr. Bu çox toplumun və fərdi insanların haqlarını aradan apara bilər. Elə nümunəsi İrandır da, bunlar ki Salih bəy misal vurur. Bu İranda təkəlçilikdən gəlir. Dövlət təkəldir, rəqibi yoxdur, biri ilə güləşməyə şey yoxdur. Özünün içində o savaşlar hamısı məsnui savaşdır. Əslisi budur ki, hakimiyyətin ya dövlətin rəqibi yoxdur. Ədliyyə də odur. Yəni hakimiyyət dedik da, indi biz hakimiyyəti 4 illik dövlət tərif eləmədik. Burada Salih bəyin dediğinə əsasən dövlət ibarət kulli sistem, hakimiyyət ibarət o dövlət ki 4 il gəlir, sonra gedir. İndi burada o dövlətin ki daimidir və tamam hər yeri idarə edir, onun rəqibi yoxdur. Ola bilər hakimiyyətin rəqibi olsun. İndi bunun gücü nədir kontrol edir? Yaxşı, o hakimiyyət günü-gündən bizim haqlarımızı aradan aparmasın. Bu bir ciddi məsələdir. Və demokrasidə də bunları görülübdür ki, aradan aparmaq olur. McCarthy'smi misal vurdum Amerikada. Ya sui-istifadələr olur, rantlar olur. Məsələn, elə Salih bəy özü dedi, adam məsələn Avropada o dedilər bir Kürt nümayəndə məsələn, indi yadımda hangi məmləkətdə məsələn furuşluqdan bir oğurluq eləmişdi. 20 dolarlıq, 50 dolarlıq, 100 dolar hər neçə bir tane çanta götürmüşdü. Mən bilmirəm, onun qiyməti önəmli deyil Avropada onlara. O nümayəndə bu işi görübdü. Üstübat eləmədilər, onun üstünü örtmədilər, onu gətirdilər ortaya və şey elədilər. Onun bir nizarət sistemi var. Yəni bu deyil ki, onu ifşa eləsən əmniyyət milli xətərə düşər. Onlar əmniyyəti milli
milliyini o cür tərif eləmirlər. Rəis cümhuru ifşa eləməklə, şahı ifşa eləməklə əmniyyət milli xətərə düşər. Bəlkə şah daimən, qrupada şahlar da var, prezidentlər də var. Məsələn, o daimən bu qorxudadır ki, mən bir iştibah elərəm, bunu ifşa eləyirlər. Daimən bu qorxudadır. Japonda məsələn bu qorxu o qədər ciddidir ki, əgər o cür bir ifşagəriyə yetişsə, adam özünü öldürür. Yəni, bu qədər ciddidir. Onun üçün biz Güney Azərbaycanda siyasi partilər bir sistem tərif eləməlidirlər. Biz necə bu dövlətin təkəllüğündə, hakimiyyətin təkəllüğündə məclis alır əlinə, dövlətə, polisi, əmniyyətə, hər şeyi alır əlinə. Bu təkəllüğə, yəni 4 illik ki, gəlir üstə, hətta o belə bu öz mənafi üçün ya öz siyasətləri üçün qanunu dəyişdirir, hər şeyi məsələn istədiyi kimi dəyişdirə bilməyə. Bunu nə cür kontrol eləməlidir? Bunu məsələn Kanadanı misal vurduq. Bir dənə sistem bu. Əlbəttə mətbuat deyirlər İranda. Amma mətbuat özü də bu cürdür. Mətbuat özü də məsələn kontrol oluna bilər, oluna bilməz. Bu da məsələdir. Çünki məsələn deyək ki, getdi bir yerdən bir rişvət aldı, bir şeyi birini xərabləyə. Onun üstü açılsa nə cürdür? Ya açılmağı nə cürdür? Bunlar ciddi bir məsələlərdir. Demokrasini qorumaq üçün. Demokrasi nə deməkdir? Milləti qorumaq üçün. İnsanları qorumaq üçün, bireyləri qorumaq üçün. Yoxsa böyük şirkətlər vardır, radio, televizyonlar əlindədir, dövlət əlindədir. Bunları nə cür eləmək olar? Yəni, çox, məsələn, bir dənə şirkət, bir dənə, ya 10 dənə şirkət yığışa, bilirsiniz, misal vurduq bunu, məsələn, İranda yol naziri var, şəhərsazlıq və şəhər düzəltmə və yol nazirliyi var. Onun özünün, o nazirin, nazir olan adamın özünün 100 dana şirkəti var. Müxtəlif adından ki, zahirən bir-birlərindən düşməndirlər. Salih bəy təşrif gətirdi. Mən əlam çağırım Salih bəyi. Məsələn, görürük ki, o qanuna yaraşdırıb, qanuna bənzədibdir. 100 dana şirkət özünün varıdır. Gəlib orada 100 dana adından işlir. Tamam, buna bir sistem yaratmalıdır ki, bu belə iş görə bilməyək. Yəni, bir dana nazir gələ, xoş gördük Salih bəy, kəsilmişdi, ona görə xoş gördün, ərz edəcəm. Buna bir sistem tərif eləməlidir, dostlar. Və partilərin işi budur. Yəni, partilər qanun qoymurlar. Amma təklif aparırlar. Yəni, deyir ki, bu düşüncə olaraq belədir, düz deyil. Mən bunu, bu düşüncə ilə aparıram, bunu qanuna çevirmək olar. Düşüncə, sonra qanuna çevirmək olar. İndi ya məclis bunu qəbul edər, ya eləməz, amma hər partinin bir düşüncəsi olur. Biz burada bu düşüncələri danışmağa çalışırıq onun üçün. Salih bəy, siz bu soruda qaldı. Dövlətin kontrolu, biz bir sistemdən mən danışıram ki, eləyə bilək dövləti, hakimiyyəti kontrol eləyək. Ki, məsələn, millətin haqqı dedik təkəldir da, yəni bunun rəqibi yoxdur. Rəqibi olmadığı üçün hər iş istəyir, eləyə bilər ki, görsün. Yəni, nə bilim, bir totağa qurar, milləti çətin görsə də, bir emergensi bir şey yaradar. Prezident terror oldu, bir kodita haləti gətirilmiş üstə. Məsələn, Türkiyədə gördük bunu. Türkiyədə gördük ki, dövlətin əleyhinə kodita elədilər. Dövlət gəldi 2 illik ya 18 aylıq bir emergensi vəziyyət qoydu. İstisnai qanunlar geçirdi filan bəhman. Orada bir emergensi vaqəən doğrudan geçdi. Yəni bir kodita geçdi. Adamlar öldülər. Ordu gəldi xiyabanlara filan. Amma məsələn, indi fikir edin ki, məsələn, İranda şeyi öldürərlər özləri, paslarlar, ittilaatlar. Özləri rəis cümhuru öldürərlər, özləri də emergensi bir halət eyləm eləyərlər. Vəziyyəti qırmız, ondan sonra da tamam bu olan olmayan qanunların da hamısını hökuməti nizami məsələn eyləm eləyərlər. Bu özü məsələn olarkı bir şeydir. Yəni ola bilər ki, birdən məsələn vaqəən sabah aylaq görək ki, İranda bir hökumət nizami eyləm elədilər. Bu olan olmayan durumda aradan getdi. Rızaxan kimi bir adamı gətirdi, qoydular üstünə deyirlər ki, yallah buyurun, taza bir dövrə keçdik. Bunu siz əmniyyəti milliyə zərərli görürsünüz və ha belə Ermənilərdə İsəfəli bəy qarışıqlıq olur da. Siz dövlət deyəndə yenə də İran açısından deyirsiniz, məsələn prezidentin dəyişməsi. Təbii. Ona görə yanlış cavab verdi. Baxın, dövlət və prezident, hakimiyyət. Bəli. Hakimiyyətin indi nə əmniyyəti milliyə zərəri vardır? Hakimiyyətin sualı indi bu formadır. Hakimiyyət məsələn, yəni dövlətdən, yəni 4 illik adamla danışırıq da, indi cənabınızın dediğiniz, tamam.
Məsələn, bu gəlir məclisi də əlinə alır, qüvvəyə qəzaiyəni də əlinə alır, ittilatı da, ordunu da, nə bilim, şəhərlərini də. Ala bilmir əsasında, bilirsiniz, demokratik sistemdə bunu eləyə bilməz. Əlinə ala bilmir. Yəni demokratik onlar totaliteriya, zahirdə cümhuri ya demokrasi ya parlamenter sistem zahirdə belə olur. Gəlirlər. Amma demokratik sistemdə bunu eləyə bilmir ki. O tərif olundu. Bu kimdir? Bu nə Salih işdir? bəy, elə İranda da deyir ki, 54 dana, 55 dana içəridə şey var, parti var. Ondan sonra da neçə min dana şey var, əncümən var, əncümən İslami var. Deyir ki, mənim NGO-larım var, əncümən İslamilərim var. Mənim 50 neçə dana partim var, müxalifdilər. Prezident adayı qoyurlar ortaya, məclisə nümayəndə qoyurlar. Yəni demokratik göstərir. Bu demokratikin belə bir oyunları da ola bilər. Məsələn, dünyanın diktator məmləkətlərinin hamısının iddiası var, demokratikdirlər. Bəli, doğrudur, doğrudur. Ona görə biz deyirik ki, bir üsullar var, bir sistemlər var. Yəni dünyada tanınmış kontrol sistemləri var. Dedik ki, gəlir nedir? Əvvəl məsələ elə o ixtilasın, o ki qüdrəti əlinə keçirə bilməsin deyə qanun gəlir onun bəlli əməllərini çəkir, sorğuya istizah edir. Prezidenti çəkirlər, bəlisə deyir ki, cavab versin. İranda da çəkirlər, amma o qondarmadır. Özləri suallarını qabaqcadan bəllidir. Heç məsələn gəlmir, müavinin göndərir, bu birisini göndərir, o birisini. Amma məsələn görürsünüz ki, burada Amerikada çəkir, Biden'ı çəkirlər məclisə və ya Türkiyədə Erdoğan'ı çəkirlər, orada sorğuya çəkirlər. Yəni bu sistemlər var. Tanınmış, kontrol edici şeylər, biz kəşf eləmirik ki bunu. Bunlar icra olunmuş sistemlərlə. İran bir dənə möcüzədir. Gəlib deyir ki, mən cumhuriyəm, amma əslində şahlıqdan da daha güclüdür. Yəni sistem, orada təkəllilik, şahda o qədər güc yoxdur ki. Yox, yox. Yəni bu vilayət qədər, Allahın nümayəndəsi də vilayət fərqlidir. Allahın nümayəndəsidir. Oturub orada yer üzündə hökm edir. Fəqət də şeyə deyil, o deyil, dünyaya hökm edir. Ona görə bunu millət almır. Yəni sistemlər var dünyada, tanınmış sistemlər var, kontrol edilir və hakimiyyət dövlətdən üstün deyil. Hakimiyyət dövlətin qoyduğu kuralları, yəni orada olan kuralların icrası üçün orada çox dəyişikliklər apara bilməz. Bunun bir qəf var, bir balaca ixtiyaratları vardır. Bəhli çox məhdud ixtiyaratı vardır. Elə deyil ki, limitsiz istədiyini gəlsin, dəyişsin qanunda, dəyişiklik eləsin ya filan eləsin. Yox, bu beləncə olmaz. Yəni sistem, kontrol sistemləri demokratik ölkələrdə var. Biz də onlardan daha gəlişmişini uygulamaq məcburiyyətindəyik. Salih bəy, sizin partinin düşüncəsində dövlət quracaqsınız. Bu dövlətin, siz buyuran dövlətin xədəmələrinin hangi səviyyədən seçilməlidir? Yəni hangi səviyyədən başlayıb haracan seçilməlidir millət tərəfindən? Və harası məsələn misal vursam, İranda rəis cümhur seçilir, nümayəndələr seçilir, dövlətin kabinəsi seçilmir. Məsələn, şəhər şurası seçilir, amma şəhərdarı da onlar seçirlər. Beləsi çox mütəzad bir sistemdir, cəlibdir. Başkanı, rəis cümhuru məclis seçmir, millət seçir. Şəhərdarının başkanın, yəni şəhərin başkanının şura seçir. Yəni tərsə bir sistemdir. Məclis sistemi ilə şura sistemi bir-birindən cür gəlmir. Adları da birdir. O da Şura-i İslamidir, bu da Şura-i İslamidir. İkisinin də adı birdir. Amma birində prezidenti millət seçir məsələn, birində prezidenti seçir. Başkanı şura seçir. Doğrudur. İranın sistemini genədən millət qoymaq. İranda heç bir şey o demokratik və ya tanınmış qaydalara uyğun deyil. Adda cümhuridir, adda seçimdir. Amma əslində intixab deyil, intisabdır. Nəsə belə bəlinlidir ki, bu adam olacaq burada və gedir də olur. İndi deyək ki, məsələn, demokratik ölkələrdə bələdiyyə direkt o şəhərin əhalisinin seçimi ilə olur. Türkiyədə bələdiyyə seçilir. Bəli. Baxın, məsələn, prezident seçkimi qədər də önəmlidir Türkiyədə. Dəqiq. Yəni, məsələn, hətta hesab eləyin ki, İstanbul'u elə seçkilər hər iki dəfə necə Cəncallı, necə məsələn 2000-ci dəfəyə qaldı. Amma direkt
Milləti nəyi ilə seçilir? Yəni şura gəlsin o bir də İnsafəli bəy məsələn dövlət ki deyirik biz elə məsələn dövləti prezidenti biz seçək, nazirini də biz seçək. Bu olmaz. O dövlət gərək işləyə biləcək, o prezident işləyə biləcək kadrı var. Yəni ora gələnin o özü kadrlarını intikhab eləməlidir. Biz mümkün də oraya qoyduğumuz birisi o dövlətlə işləyə bilmir, o prezidentlə, o hökumətlə işləyə bilmir. Ona görə hökumət elə Türkiyədə də demək Amerikada da, Kanadada da kabinəsini gəlir hökumət seçildikdən sonra özü təşkil edir. Bunu kabinəni millət seçmir. Zaten orada bir işimiz olacaq hər gün seçki və də ziddiyyətli adamlar mümkün qoyası bir yerə bir-birlərinin qabağına daş uzadar. Bunu demək prezident bir ekip hazırlayır ki, bunlarla işləyə bilər. Nanə törətmədən filan eləmədən işləyə bilər. Amma bunu kimi seçsin əhəmiyyəti yoxdur. O sistem, mühüm olan sistemdir. O nəzarət sistemidir. Ona verilən ixtiyarın məhdudəsidir. Yəni əgər limitsiz bir, yəni İran kimi bir şeydir ki, o Xameneyi dodağında buna hər şeyi mücaz eləyəcək, o ayrı bir məsələdir. Yox, qanuna dayalı gedəcəksə, onda kabinəsini kimi gətirirsə, onun... Onda bir dənə müşkülə rast gəlirik da. Məsələn, biz deyirik ki, gərək demokratik məsələdə idarə sistemi millətin idarəsindən ola, iradəsindən ola. Amma məsələn, kabinəni biz seçmirik. Yəni, bizim iradəmizdən olmur. Millət gəlir, prezidentini seçir, ölkəni və ya o partini seçir, deyir ki, bu parti idarə eləsin. Daha bu partinin içində, baxın seçkilərdə əsasən bir dənə nüqsan var ümumiyyətlə. Yəni, seçkilərdə illa biz doğru adamı seçirik, bunu bilmirik. Bu doğru seçimi, məsələn, Türk usulunda belə deyil. Məsələn, siz gedəsiz, biri gələ orada yaxşı, xalqı yaxşı anlada bilirsə, o nəyə, o geçsin, orada seçilsin. Salih bəy, zəhmət o telefon səsi azalır, onu bəli, onun tərtibində. Tamam, səsiz indi gələcəkdir. Bağlandı zahirən. Umaram ki, Salih bəy eləyə bilsinlər, gəlsinlər. Dostlar, bu bəhs çox ciddi bəhsidir. Məsələn, Kanadada belədir. Baş nazir seçirlər, yəni nəxus vəzir İranca deyirlər, onu seçirlər. Biyol. Salih bəy elə bir getdi, şeylər. Tamam, kabinəni bu cür olur. Parti ki gedir məclisə, ya hər kəs gedir məclisə, o baş naziri millət seçibdir. Partisi ilə bahəm, əksəriyyət gətirən gedir orada. İndi bu istir şey eləsin, kimin düzəlsin, kabinəni düzəlsin. Bu cür deyil ki, eşikdən seçək ki, millət rəy verməyibdir. Deyir ki, bu məclisdə adamlar var. Ya mənim partimdəndir, ya o birisi partidəndir. Mənim partimdən olsa ki, tamam, mən əksəriyyətliyəm məclisdə, öz partimdən seçirəm hamısı. Yox, əksəriyyətə deyiləm, mən məcburam etilaf eləyəm, o birisilərlə qarışam, əlbir işləyək, onlarla danışırıq ki, neçə nümayəndə sənə verim, sən məndən müttəhim də olasan, gələk dövləti, hakimiyyəti, quraq 4 il idarə eləyək. O da bir şərait üzərinə deyir ki, məsələn, 200 dənə vəziri ona verir, 200 dənə ona verir, 200 parti yığışırlar, əksəriyyəti məclisdə ələ keçirdirlər, nümayəndələri öz aralarına seçirlər. Yəni, kabinə, üzrə, kabinənin tək keç adamları millətdən rəy almış olur. Bizim düşüncəmizdə, İran düşüncəsində, Əlan Salih bəy dediği düşüncədə bu cür olur ki, mən prezident seçilmişəm, rəy almışam. Gedirəm məclisə deyirəm ki, sizə rəy verib millət, tamam, siz okey, siz burada heysatsız. Mən özüm eşikdən millət rəy verməyən adamları gətirim, bunlarla idarə eləyim, siz bunları ya qəbul eləyin, ya eləməyin. O harada ki,
məncə Kanadanın demokrasisi, ya Amerikanın demokrasisi, ya İngilistanın demokrasisi, çünki Kanadanın, Amerikanın da deyim, hətta İngilistanla Kanadanın üçün sistemi birdir. Ona görə bunu deyim. Burada bu cürdür, yəni məclisdə seçilib gəlibdir, rəy alıbdır millətdən. Bu nəyə rəy alıbdır? Millətin iradəsin hakimiyyətə ya Salih bəy dediği dövlətə təhvil eləsin. Məclis əslində düzdür, dövlətin bir hakimidir. Amma o qanunları məclis değiştirir. Nizarəti məclis edir. Ya məclis biri də şəxsi adamları, şəxsi şirkətləri, dövlətə bağlı olmayan, mənzurum dediyim şəxsi, yəni bu cürsü, onlara məmuriyyət verir, pul verir, deyir ki, sən get bunu təhqiq elə, görürsün dövlət ya harda xilaf edib, ya məclis harda xilaf edibdir. Ya ədliyyət da, ədliyyə özü də bu cür bir sistemi var. Gəlir deyir ki, mən məclisi də kontrol edəcəyəm, şeyi də kontrol edəcəyəm. İndi məclis Qazaxıstan özü bir sistem yaradır ki, ədliyyəni kontrol edəsin. Yəni bu sistem var. Dövlətin özünün içində bir sistem var ki, məclisi, dövləti şeyi kontrol eləsin. Ədliyyəni kontrol eləsin. Bunun üçün çox ciddi bir məsələdir. Bu ki, biz toplumun haqlarını qorumaq üçün görək ki, dövləti yəni məsələn fərzən İranda dedim, məsələn sistem çox əcibdir, bir-birinin ziddidir. Bir məclis şurayı İslami var, bir də şurayı şəhər var, ustan var, filan var, məntəqə var. Cəlibdir ki, millət nümayəndəni seçir, rəis cumhuru da seçir İranda. Bu da aşağıda şəhər şurasının üzvlərini seçir, amma şeyi seçənmir. Salam aleyküm Salih bəy, gəldiniz inşallah ki, eləyə bilək gələk. Bunu Avropada, Amerikada biraz bunu gətiriblə belə eləyiblər. Deyiblər ki, qüvvə-i qəzaiyyənin də başı, ya adamları çox vaxt, hətta bəzən görürsünüz ki, Salih bəy, mənəcə düz deyirsən, siz mənə köməklik eləyin. Hətta burada dünənki dedik, məsələn, nədir adı? Jüri, heyət münsifə, onu axtarırdım. Heyət münsifə burada təqribən bir cür seçilidir. Yəni, qurəkeşliği ilə olur, düşür, məsələn, sizin adına, mənim adıma, filanın adına, millətin içindən düşür. Onda ərkək kişi yox, hər kəs 18 yaşdan yuxarıdır, adresi bəllidir, onu qurəkeşlik edirlər, düşür adına, deyirlər cəcinən, burada ol günən. Çox gözəl demokrasidir. Əslində, mən bu demokrasini çox sevirəm. Orada demir ki, sən, məsələn, bir cürmün var, bir ittihamın var, filan, yox, deyir ki, sən əfkar ümumi deyirlər İranda, cəcinən otur burada məhkəmədə. Bu, özü demokrasinin bir zəmanətidir. Yəni, çox böyük zəmanətdir demokrasini qorumaq üçün. Ya, məsələn, ərz elədim, Kanadada vəzir, naxus vəzir deyirlər, Prime Minister. Prime Minister, məsələn, bu cür deyir ki, gələ deyək ki, tamam, mən rəy aldım, məclis, millətdən rəy almışam, tamam, gəlirəm, burada özüm kabinəmi eşikdən gətirirəm, məclis fəqət mənə rəy versin bunlara. O cür deyil. Deyir ki, mən kabinəmin nümayəndələrdən seçməliyəm. Eyni halda bilirik, bu da İranda bir yanlış, çox böyük yanlış var, Salih bəy, o da bu deyil. Deyir ki, məclisə mütəxəssis lazımdır. Siz atom mütəxəssisini aparın, siyasət bilmir, camiə-şünası bilmir, hüquq bilmir. Yəni, hangi mütəxəssisi aparsanız, öz təxəssüsündə bir şeylər bilir, azdan çoxdan. Amma o birisi sahələrdə heç sıx bilmir. Məclis mütəxəssislərin yeri deyil. Məclis qanunla, millətin tərəfindən millətə ehtiyac olan insanlardır ki, qanun qoysun. O, hər qonuda onlar mütəxəssisə ya şirkətə məmuriyyət verəcəkdir, axtarsın, görsün ki, dünyada ya ən mütərəqqi qanun nə qoymaq olar bu sahədə. O mütəxəssislər axtaracaqlar, yazacaqlar, gətirəcəklər, təklif verəcəklər nümayəndələrə, ya dövlətin bir sisteminə, ya NGO-lara. Bunlar da aparacaqlar məclisə, labi eləyəcəklər, qanuna çevirməyə çalışacaqlar. Ya qanun olacaq, ya olmayacaqdır. Demokrasinin belə ağır xəşləri də var. Yəni, bu cür deyək ki, demokrasinin zərərlərindən biri də budur. Çünki prosə çox yavaş gedir. Çox yavaş gedir. İndi, pəs siz bunu buyurursunuz ki, xədəmələrin hamısı millət tərəfindən seçilməməlidir. Belə görürsünüz. Yoxsa görürsünüz ki, yox. Kabinə icazə verin, kabinə yəni biraz çalışılı olar. Yəni ki, insanlar bir sistemdə işləyə biləcək, yəni bu şərait düzəlməlidir ki, hansı kadrla
işləyə bilər. Bəzi adamlar bir-birinə işləyə bilməz. Göz bir idarədə 2 nəfər eyni kuralın altında işləyə bilmir. Bir-birlərinə mane törədirlər. Ona görə kabinənin, yəni tanınmış, təcrübə olmuş budur. İndi o başqa formulları da imtahan eləmək olar və düşünmək də olar ki, mesela. Öyle formüllerden biri de budur da. Kanada'nın misal vurduk burada. Mesela baş vəziri millət seçir. Baş nazir seçir. Kabinənin də üzvləri millət seçir. Gətirir məclisdən onay alır da. Elə Türkiyədə də, başqa yerlərdə də. Yəni seçir, gətirir oradan onay alır. Yok. Türkiye'de fərqlidir. Kanada'da onay almır. Kabineye fakat deyir ki məclisdən seçir. Kanada'da federal dövlətdən danışıram. Federal dövlət kabinəsin eşikdən seçmək haqqı yoxdur. Məclisdən seçir. Məclisin özünün üyələrindən seçir, gətirir. İndi öz partisi əksəriyyətdə olsa öz partisindən seçir. Öz partisi əksəriyyətdə olmasa, etilaf eləsə, etilaf elədiyi hizblərin və onlardan seçir. Yəni bu daha çox millətə bağlı olur. Yəni o şeydə demokrasisi daha demokratik olur. Məncə daha gözəl sistemdir. Siz necə görürsünüz? Yəni məclisdən yaxşıdır. Daha ən əlverişli, ən demokratik sistemdən, təcrübə olunmuş sistemlərdən faydalanaraq daha yüksək idarəçilik, demokratik idarəçiliyə çaba göstərir. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Əcəba millət dövlətin müdirlərini də seçməlidirmi? Yəni məsələn, amuzişpərvərişin rəislərin, hər iyalətdə rəisi var. Onları da seçməlidirmi? Bahların məsələn, bah müdirləri. Bunlar ixtisasdırlar. Bunlar seçimlə olmaz. Məsələn, deyək ki, ordunun başını gələk biz seçək, ya məsələn, bankın rəisini biz gələk seçək. Bunlar mütəxəssislərdən olur. Tamam, mütəxəssislərdən seçək, ya mütəxəssislər seçsin. Onu biz nə biləcək hangi mütəxəssis yaxşıdır? Yox, yəni mütəxəssislər seçsin. Heç olmasa məsələn, mən bunu qabaqdan da ərz eləmişəm xidmətçiyə. Hətta dostlarım biri ilə sizin partidən də danışırdıq. Ona da demişəm. Bu çox da sevibdi bu düşüncəni. Məşrutədə Salih bəy bir dana bir iş gördülər ki, tarixdə bu təkrar olmadı təəssüfənə. Məşrutədə Qacar dövləti dedi ki, hər kəsi sinf seçəcək. Dedi, millət heç kəsi tanımır. Amma bir şəhrin sinfi bir-birini tanır. Yəni məsələn, dəmirçilər tanırlar, vəkillər. O Qacar Türk üsulu bunu dedim də. Türk usulun indi bu seçimlərdə onu danışırdıq, bunu qurtarırıq. Elə bir ki, hər kəs yaxşı yalan danışa bilirsə, millət yaxşı anlada bilirsə, çox rəy verir. Həqiqəti budur ki, mikrofondan danışır, siz bunu dənəkləmə bir insistimiz yoxdur ki, görərsiniz bu nə qədər düzdür. Biri məndən yaxşı danışır, yaxşı yalan sata bilir, yaxşı özünü prezent eləyə bilir, cəmaət gedir ona rəy. Amma Türk usulunda elə deyil. Tanışlıq vasitəsilə, məsələn, siz deyək ki, o tanıdığı məhəllədə seçirsiniz, məhəllənin böyükləri şəhərdə seçirlər və o sinif ondan gedir ölkənin demək məsulları bəlirlənir. Yəni bir tanışlıq, yəni bilirsiniz kimə rəy verirsiniz. Amma belə ki, şeydə gedək məsələn görək ki, fərz edəcək ki, bir dənə prezident gəlib birisi X aday olubdur. Onu həqiqətən biz tanıyırıq. Görək ki, bu düzdür, sağlamdır, nədir, nə deyil. Tanımırıq ki. Gedir elə buna rəy verir. O sizin dediyiniz və ya Qacarlarda o sinfli vasitəsilə ki, bir-birlərinin əlaqələri vardır, bilirlər. Məsələn, fərhəngilər fərhəngini seçsin, tacirlər tüccarını, o birisi. Onda bir əlaqə var. Bunlar bir bazarda, bir ticarətdə adların eşidiblər və ya hər halda bir-birləri ilə bəlli ölçüdə tanışlıqları var. O seçim daha doğru bir seçim. Buyurun. İndi siz bu dövlətin xədəmələrini seçməkdə, yəni hakimiyyətin üzrəsin. Ya hətta dövlətin üzrəsin, dövlətin. Çünki biz istiyoruz bu təşkilatı idarə edək də. Bunları siz başların təxəssüs görürsünüz. Məsələn, dedi ki, amuzişpərvəriş. Amuzişpərvərişin misal buranda. Məsələn, amuzişpərvərişin neçə yüz cürə dərsi var. Bu da məsələn müəllimdir, yox müəllim.
ərəbi müəllimidir. İngilisdən bir şey çıxartmır, riyazidən bir şey çıxartmır. Uşaq birinci sınıf uşağının ruhundan baş tapır, diplomdan baş tapır, yəni 12-ci ildə. Məsələn, burada təxəssüs iş vermir burada ki, ya təxəssüsü qoyuruq başa. Çünki bu bir idarə, bir sistemdir. Bunun içində minlər mütəxəssis var. Ya eşikdən istihdam edilir. Sizcə bu cür bir şeyləri, bancın məsələn deyək, bancların mütəxəssis, bahların məsələn məcmusunda işləyənləri olar ki, bahda aşağıdan üstə işləyirlər. Məsələn, bunlar rəisi, bancı millini seçsinlər. Məsələn deyirik, ya bahların rəislərini seçsinlər. Siz belə bir sistemlə müvafiqsiz ya müxalifsiz? Bankın rəisini millət gəlsin seçdi. Yox da, dedik ki, məsələn, bank işləyənləri bancın rəisini seçsin. Yox, o elə genəldə gəldi, məsələn, birisini seçdilər ki, heç bir məsələn deyək, axlaqda yaxşıdır, sevimli birisidir, amma işi bilmir. Bu, ixtisas əsasında olmalı. Yox da, ixtisasdır da, bank ixtisasdır. Fərz buyurun ki, istirik ki... Hansı mütəxəssis deyir ki, mən də getmişəm bankda işləyirəm, kaşiyerəm, orada məsələn, pulu alıram, yazıram, verirəm. Mən o bankın, yəni sistemi, bankın ticari sistemi bilmirəm ki. Yəni, zərurətən bankda işləyən hər kəs ticari sistemi bilmir ki. Ticarət deyil, bank bankıdır, ticarət bir ayrı qanundur. Amma icazə buyurun ərz edin. İcazə buyurun beləsi, bir ayrı misal vurum ki, kamil olsun. Qanun əsasının, bir dənə məsələn, Türkiyədə var, İranda yoxdur. Məhkəmi qanun əsası məhkəməsi var. Bunlar belə elə detaillərdirlər ki, bunları heç dövlət, özü dövlət olandan sonra mübahisəli bir şeylərdir. Bunlar istəsin bir dənə partiya gəlsin, bu gün bunlar belirləsin ki, məsələn, bankı belə seçəcək. O banka gələndə banka seçərik. Seçimi istəyirəm düşünək. Məsələn, misal vururam, ana yasada... Parti formasında biz məmləkət Azərbaycan idarəsini də yəni seçimlərin də demək partilərin demək idarə formasına inanırıq. Necə ki Türkiyədə partilər gedirlər seçimə, məclisə gedirlər, məclisə qanunvericilik edirlər və ya aday verirlər, bunların adayı seçilir, prezident olur. Azərbaycanda da eləncə bir sistem istəyir. Bankı xalq gedib seçəcəkdir, filan seçəcəkdir. Burada bank sistemi, o qanun bəlirləyərdir. Azərbaycan qanunu bəlirləyəcək. Talib bəy, bir dənə misal vurum, bu açılsın mənim düşüncəm. Çünki bu düşüncə səviyyəsində qalıram mən. Baxın. Yəni, bu bir partinin məsuliyyətində deyil. Bir dənə parti gəlsin desin ki, mən bankı belə idarə edəcəm. Ya, indidən duraqsan, bizə bankımız yoxdur, filanımız yoxdur, deyək ki, bu bankda məsuliyyətlər beləsiz. Biz deyirik ki, ixtisaslar bunlarda hökm eləməlidir. Mən ona bir misal vurum ki, açılsın. Baxın, məsələn, Türkiyədə bir qanun var, Kanadada da var, Amerikada da var, anayasa məhkəməsi. Yəni, siz məhkəməyə gedirsiniz, axır görürsünüz, olmadı, deyirsiniz, mən anayasaya müraciət edirəm, o məhkəmə qurulsun. Bir dənə məhkəmədir, məhkəmələrin üstündədir. Yəni, axır sözü hər kəslər desə, o deyirdi, o da qutardı getdi. Siz hər şeyə etiraz eləyə bilərsiniz, ona etiraz eləyənməzsiniz. Sizdə sondur. İndi burada nə deyir? Məsələn, istirik bunları seçək. Bir var ki, deyək, bunu parlament seçsin. Bir vaxt deyək ki, bunu millət seçsin. Bir də var deyək ki, bunu hüquqdanlar, onlar ki, vikalət oxuyublər, məhkəmələrdə işləyirlər, bir cürə məhkəməni şeydirlər, bunlar gəlsinlər, seçsinlər. Çünki hüquqçular, yəni qanunla ilgili olan insanlar, ya qazi olsunlar, ya dacistan olsunlar, ya vəkil olsunlar, bunlar hüquqla işləyiblər, adamları tanırlar bu sahədə. Profesorlarını tanırlar, filan, bəhman. İndi bunlar gəlsinlər, rəy versinlər. Mənim nəzərim budur ki, məsələn, bahda da eyni budur. Bahda da bahçılar, məsələn, onlar ki, bank işi ilə məşğuldurlar, aşağıdan yuxarıya. Bunlar bilirlər ki, bank işində profesor kimdir, işləyənlər kimdir. Çünki danışqanı da görüblər, kalecini də görüblər, işini də görüblər, işləyən təcrübə sahiblərini də görüblər. İndi gedir deyir ki, tamam, bu yoldaşlarından da eşidir ki, filan kəs çox işində filandır. Onun seminarı var, gedək məsələn, onun seminarını. Məsələn deyirəm. İndi burada siz görürsünüz ki, hüquqçular da belədir, hər şey belədir. Acaba belə bir sistemə inanırsınız ki, təxəssüslər, təxəssüsü şuraları, təxəssüsü bölümləri seçsinlər. Elə özü seçilir də, özü seçilmiş gərək əsasında o təxəssüsün sahəsində uzmanların, yəni Türkiyədə belə olur. Demək, deyək ki, vəkillər o seçil ya
komisyonlar gəlirlər, seçirlər, böyük vəkillərdən seçirlər, gəlir o Anayasa Məhkəməsinin onların rəyi ilə olublar. Birisi gətirib oradan qoymur. Burada da demək, yəni onu gəlib xalqdan soruşmurlar ki, bu gəlin rəy verin, görsün məsələn qazı olsun ya məsələn yüksək Supreme Courtda olsun ya olmasın. Onu qazilərin işidir. Qazilərin yəni hüquq şaxəsinin, dövlətin hüquq şöbəsinin seçimi ilə, tərkibi ilə necə seçir, onu qanun belirləməlidir. Onu məncə gəlib xalqa deyək ki, kim gəlsin, gələr elə Həsənqulu gəlsin, heç nə də bilmir hüquqdan. Gəlir, hüquq kollaps, qanun əslən yerinə geçsən o. Bu qəzavətdən bilməlidir, hüquqdan bilməlidir. Təxəssüs, yəni o təxəssüsü işlərdə mütəxəssislər qoyulur. Tamam. İranda məsələn hüsnü şöhrəti gətirib qoyubdu, təxəssüsünü keçirib üstünə. Hüsnü şöhrəti qoyubdu. Ya nə qədər tabiçi, nə qədər bağlıdır onlara. Elə deyil, təxəssüslərə də. Buyur. Salih bəy, bizim dövlətimiz yoxdur indi, işğaldayıq. Dövləti nə zaman qurmaq olar? Dövləti bizim durumumuzda işğalı dəf elədik. Hər hansı bir fürsətdə birinci azad olunan bir yerdə dövləti elan edir. Yəni deyək ki, məsələn, Azərbaycanın bir dənə şəhərini, bir dənə bölgəsini azad eləmişik, orada dövləti elan edirik. Və məsələn, Qaradağı azad elədik, orada dövləti elan edirik. Bəli, Azərbaycan dövləti, Qarabağ dövləti, Qaradağ dövləti deyil. Yox, Azərbaycan. Güney Azərbaycan, deyək məsələn, bu cür Urmunu azad elədiksə, Güney Azərbaycan dövləti elan mövcudiyyətini elan edir və oradan hökmünü verir. Bütün Azərbaycana hökmünü verir, əmirlərini verir, fərmanlarını verir, onları icra eləməyə, yürütməyə və başqa şəhərlər ki, işğalladırlar, onları yavaş-yavaş almağa gedir. Ona görə bir balaca bir yerdəki ayağımızı basa bildik, dövlətimizi elan edir. Dövləti bəlli bir kriteriya yoxdur ki, məsələn, gedək, oraya yetişəndə dövləti elan edəcək. Deyək, məsələn, bu gün ustandarını aldıq əlimizə Təbrizdə, dövləti həmən oradan elan edəcək. Bu, Azərbaycan dövləti danışır. Doğru. Əcəba vətən işğalda olursa ki, indi bizim vətənimiz işğaldadır, ya dövlətimizin iradəsinə, ya bizim hüququmuza, istəyimizə yox deyirlərsə, millətin yəni haqqı vardır dövlətin əleyhinə üsyan eləyə və dövlət qura. Biz elə bunu eləyirik də. Bəli, işğal və işğala qarşı hər türlü üsyan, mübarizə məşrut. Heç bir şey onu məhdudlaşdırmır. Çox güzel. Dövlət, məclis və ədliyyəni bir görürsünüz, yoxsa ayrı-ayrı görürsünüz. Əlbəttə, burada hakimiyyət deyək da, hakimiyyət, məclis, ədliyyə. Bunları bir vahid görürsünüz, yoxsa ayrı-ayrı görürsünüz. Bunlar hərəsi bir güclü, bir-birinin. Hakimiyyət əsasında dedik ki, dövlətin icrai qüvvəsidir. Dövləti təşkil edənlərdir. Yəni, ədliyyədir, qəzaiyədir, mücriyyədir, müqənnənədir, qanunquzarlıqdır. Bunlar dövlətin pulunu təşkil edir. Hakimiyyətə gəldiyimizdə, hakimiyyət bunların doğru bəlli bir zaman içində müdiriyyəti üçün mükəlləf edilən o qrupa deyil. Gəlir, onun icrasında məsuldur. İcra olunmasından məsuldur. Ancaq o, hakimiyyətin icad elədiyi deyil. Hakimiyyətin cüri sistemi deyil. Ya, məsələn, qəzai sistemi deyil. Dövlətin qəzai sistemi. Dövlətin qanunquzarlıq sistemi, dövlətin icra sistemi. Hakimiyyət onları gəlib dəyişdirə bilməz və ya müdaxilə eləyə bilməz. Əslən, hakimiyyətin də, hökumətin də hududunu elə onlar bəlirləyir. Yəni, o qanunlar, o qəzaya, onlar bəlirləyirlər ki, nələri eləyə bilər, nələri eləyə bilməz. Ayrı-ayrı görmürsünüz, yəni bunlar birdirlər. Bunlar üç ayrı qüvvədir, amma bir sistemin
üç ayrı şaxəsi. Yəni hərəsi özünə müstəqil bir şey deyil ki, dövlət deyil, bir dövlətin üç qanadıdır. Tamam. Ama bu üç kanat düzdür birbirinden işlir. Ama bunlar birbirini kontrol edebilirler ya yok. Ya birbirinden gerek muvazi işleyerler. Bunu dövlətin nəzarətində, bunların üzərində dövlətin nəzarəti. Biri birinin təsirinin altında deyil, biri birinin kontrolunun altında deyil. Amma bunlar üçünün ya dördünün tərkibi mümkündür. Məsələn, başqa bir şeydə bunlar əlavə ola. Bu o dövlətin strukturunu təşkil edir. Tamam. Sizce neden sürgünde olan insanlar ve teşkilatlar sürgünde milli ve geçici devlet kurmaktan acizdiler? Aciz Dövlət deməyək da. imkan lazımdır. Dövləti qurmaq üçün dövlət əvvəla ya gərək bunu məsələn sürgündə partilər olar, güclü partilər olarlar, ya güclü tanınmış şəxslər olarlar ki, eləyə bilərlər beləncə bir işin təşəbbüsündə olsunlar. Bir də parlamentin ya sürgündə dövlətin xəzinəsi var. Yəni bunun xərci var. Bunu sürgündə ölkədə bir məmləkətdə bu dövləti təşkil edəndə orada gəlir var, orada vergi var, orada bütçə var. Yəni daha dövlət vəzir cibindən pul qoyub otobusla getmir. Lazımdırsa ən hızlı uçaqla gedir, ən sürətli yollarla gedir, işlərini görsün. Bu dövlətin bütçəsi var. Yəni sürgündə dövləti təşkil etməyin bu çətinlikləri var. Birinci seçim məsələsi var. Yəni demək xalqla irtibatda, yəni nə dərəcədə bu demokrasi burada qürbətdə icra oluna biləcək. Bunun yaşam, yəni qurduq, bu gün gəldi biz məsələn 5 dənə, 3 dənə partiya oluşdu, bir dənə dövlət də qurdu. Bunu yeridəcək. Yəni bu dövlətin heç olmasa bir məsələn deyək qürbətdə ya sürgündə dövlətin deyək ki, hələ çox deməyək də, deyək bir 20 dənə kadr profesional işləməlidir. Bunun bir məclis rəisi olmalıdır, mavini olmalıdır, beynəlxalq əlaqələri olmalıdır, ümumi irtibatları olmalıdır, katibi olmalıdır, busu olmalıdır, osu olmalıdır və bunların hərəsinə hesab eləyin ki, ayda bir 50.000 dolar pul lazım. Yəni, bu normal bir işçi deyil ki, məclis işçisidir. Dövlətin işçisidir. Bu mümkün məsələn, ayda 2 dəfə, 3 dəfə 3-4 dənə dəyişik məmləkətlərə səfər edir. Oteldə qalmalılar, filanda qalmalılar. Yəni buna bütçə lazım ki, o bütçə təmin olunur. Yoxsa gələrsə, qurmaq olar, amma işləyə olmaz. Yəni məsələn, bizim partilər vardı, bu gün vardılar, bütçələr olmadığı üçün işlərini apara bilmirlər. Və bütün demək, sürgündə də bizim diasporamız, yəni ya Azərbaycanlılar o milli kəsim o dərəcədə güclü deyil ki, bunu support eləsin. O yüzden biraz yəni bunlar manələrdən, amma olmaz mənasında deyil. Bir də maalesef bizim durumumuza gələndə, bunu qabaqcaşı söhbətlərimizdə dedik. Bu ad, yəni bu şey, elə bir dənə bir sünnət var ki, elə bir ki, məsələn, hər kəs tez eləsə olar. Yəni, istəyir öz adına yazılsın. Görürsünüz ki, o zamanı, şəraiti hazır olmadan bir təşəbbüsə girib, bir adı da işgal edirlər və ya adı da, necə deyirlər, etibarsızlaşdırırlar, əmələ də gəlir. Yəni, indiyə kimi 3 dənə beləncə təşəbbüs olub da, mülkü də şikəstə uğruydu. Biz də dördüncüsünü də təkrar eləməməliyik. Məgər ki, bunun o əsbabını hazırlayaq, onun bütün şəraitini hazırlayaq və əmin olaq ki, bunu qurduq, bu davam edəcək. Yəni, davam etdirə biləcək. O, uşağın dedik ki, doğuzdurma mərhələsi kimi. Tez doğuzduraraqsa saxlaya bilməyəcək. Bizdə elə ağızdan çıxdı, görürsünüz, aman daha qoy mənim adıma yazılsın, qaçdı birisi oradan, hə, düzəltdi. Mən məclisi qurdum. Məclis elə qurulmaz axı. Yəni, sürgündə olsun, nədə olsun, bunun bir güclü partilərimiz olursa, bizə mənə görə, yəni partilər güclənirsə buradan, 2 dənə, 3 dənə güclü partimiz olsa, parlamenti dövlət, sürgündə dövləti də qura bilərik, parlamenti də qura bilərik, anayasanı da təsvib eləyə bilərik və s. Bunlar eləmək olur. Buyurun.
bu maneələrdən əcəba məsələn mali məsələyə işarə elədisə, ən böyük məsələ də mali məsələdir. Yəni belə görünür ki, iradə var. Yəni adamlarda, həm fərdilərdə, həm partilərdə siz də işarə buyurdunuz. 3 dəfə təşəbbüs olubdur sizin buyurduğunuza görə. Amma ən böyük müşkül pul məsələsidir. Pul olmadığı üçün işə getmir qabağa. Əcəba Güney Azərbaycanlıların içində pullular yoxdur ki, belə bir hərəkəti himayət eləyələr? Dövlət qurmağın mali məsələsini kontrol edirlər. Məsələn, Toronto, Kanadada bir optikal həkim var. Fikirəm sizin orada da var bu optikal həkim. Təbrizlidir, Bəhaidir. Amma məsələn, mən eşitdiyim 2005-də, 2005-6-da 6 milyard dolar şeyə köməklik eləyib. Eşitdiyim, bilmirəm düzdür ya yox. Məsələn, şəhər dövlətinə, əyalət dövlətinə köməklik eləyibdir. Məsələn, belə bir güclü insanlar var. Əcəba Güney Azərbaycanda belə pullular yoxdur. Gələ, məsələn, deyək, tamam, ildə 1 milyon dolar, məsələn, mən verirəm dövləti qurum. Var, pullular var, amma bu Azərbaycan məsələsinə əcəba cəzb olublar, o bəhsidir. Baxın, bu Best Buy-ın əvvəlki adı yadınıza gəlir. Mənim indi yadımdan çıxdı. Video turun idi. Video... Yox, onu mən görmədim onu. Mən amma şeyi gördüm. Future Shop-ı gördüm. Future Shop Azərbaycanlı idi səhər. Təbrizli idi. Bəli, Xosro Şahlı idi. Bəli, Azərbaycanlı idi. Amma Azərbaycan məsələsinə bunlar bir yardımları olmadı. Məsələn, İran televizyonlarına küllü kömək edir. Yəni biz Azərbaycan hələ o demək tüccarını, kəsəbəsini ya varlılarını buna cəlb eləyə bilməmişik və ya hərəkət o səviyyədə deyil ki, onların güvəni, yəni onlar sərmayəni o zaman qoyacaqlar ki, hesablıyorlar ki, buradan o qoyduqlarının demək bir dənə də onlara cavab verəcəkdir. Yəni boşuna gətirib pulu versinlər, gedin burada bir cəmiyyət qurun, ya bilmem, burada bir hizb qurun, plan qurun, parlament qurun. Əgər görsələr ki, bu Azərbaycanda dövlətə çevrilir, onda gələcək o mərhələdə, yəni o gücü nümayiş etdiyimizdə Azərbaycanın da bu sinifi gələcək və maliyyələşdirəcək. Maalesef bugünkü durumda elə bir biz yaxlaşım görmür. Yəni Azərbaycan tüccarı, burjuvası, Azərbaycan milli burjuvası oluşmur. Milli burjuvanı hələ biz, yəni burjuvamız milliləşmir. Talih bəy, burjuvadan danışanda yer maliklərindən danışırıq, əgər iştibah eləməsəm mən. O halda ki, indi yer malikləri yoxdur. Şah zamanı bunları gəldilər, yığdılar, apardılar, o islahat ərzi deyə. Orada yığdılar. Burjuva dövrəsi o zaman qutardı, getdi. İndi biz sərmayədar dövrəsindəyik. Yəni, istəməyək bu vacibəni işlətməli. Azərbaycan sərmayədarı, Azərbaycan tüccar, milli sərmayədar, milli tüccarı oluşmur. Salih bəy, indi bu çox ciddi məsələdir. Bunun özünün bir bölümü var. Amma burada çünki bugün yetişməyəcək, mən bunu bəhs eləyək. Elə burada bəhs eləyək, qutarsa da bu bəhsindən qutarsın bəhsimiz. Yəni, bugünkü görüşümüzü qutarsa da bundan qutarsın. O da bu. Bu bunu göstərir ki, Güney Azərbaycan siyasiləri fəqət çox məni bağışlayın. Çox məni dostlar, lütfən hər kəs bu videonu eşidir, məni bağışlasın. Belə getmişik. Yəni, gözümüz dövrəmizi görməyibdir. Biz görməmişik ki, hərəkəti nə cür hərəkət eləmək olar. Yəni, məsələn, mollaları atmışıq, bunları atmışıq, sərmayədarları atmışıq, mütəxəssisləri məsələn çox yerdə atmışıq. Biz məsələn özümüz əcəba məsələn partilərimiz gediblər pulluların dalısından deyirlər ki, görələrsə bunların milli hissləri var yox. Məsələn mən Təbrizdə milli hissini sərmayədar çox tanırım. Yəni məsələn adlarını gətirməyim. Adam şah zamanından gedibdi məclisdə, şah zamanı
məclisdə danışıbdı ki, Azərbaycan Avropaya yaxındır, sənədləri gələ orada qoyaq. Gətiriblər orada sənaye qoyublar. O zamanda ki bilirsiniz, Pişəvəlidən sonra Azərbaycan qətlama getdi. Sərmayə getdi. Amma 2-3 dənə, 5 dənə sədəqiyanələr çıxdı, filanlar çıxdı, gəldilər orada. Ələn də Xameneyi dövründə də mən bunu gözüm, yəni canlı şahidiyəm, onlarca bunun xəbəri yaymışam o zaman ki, Təbrizdə idim. Vardı deyir, mən Azərbaycanda maşın fabrikası qoyum, araba fabrikası qoyum, araba düzəldim. Mən heç zatda dövlətdən nə vam istəyirəm, nə pul istəyirəm, nə bir şey, nə də yer. Özüm, maliyyatını da verirəm. Fəqət mənə icazə verin ki, mən burada öz torpağımda fabrika qoya bilim. Yəni bu qədər milli adam var, milli adam aparıb pulunu qoymur ora. Aparıb İsfahanda qoymur. Deyir ki, mən... İnsəfəli bəy, baxın, o ayrı bir məsələdir. Siyasi hərəkət bir ayrı bir məsələ. İki dənə məsələ var. Burada, bəli, o sistemin içində istəyir ki, sərmayəni Azərbaycanda qoysun, çox müsbət. Yəni, bir halda ki, İran istəyir sərmayəni Azərbaycana qaçırsın. O cürmü deyil. O istək orada cürmü deyil. Amma həmən tacir birdən gəlib məsələn Güney Azərbaycanın istiqlalını danışan bir partiya hər hansı bir yardımda bulunanda öz böyük ölçüdə mənfəətlərini təhlükəyə alır. Yəni o məqama yetişməyibdir ki, Azərbaycan... Salih bəy, bir dəqiqə icazə verin. O məqama Azərbaycan Milli Hərəkatı, milli tüccarı o məqama yetişməyibdir ki, mənfəətini yatsın desin ki, tamam, bugün zərər edirəm, amma 2 ildən sonra Azərbaycan dövləti qurulacaq, mən bunun 10 qatını, 100 qatını çıxadacağım. Ona hələ o inanca gəlməyibdir. O üzdəndir. Və ikinci məsələ, söhbətimizin bölümlərində işarə elədik ki, niyə Azərbaycan işğalda qalıbdır? Bizim milli hərəkət o davamlı bir formada, sistemli bir formada getmədiyi üçün indiki hərəkətimiz böyle yani pişmiş bir vəziyyətdə deyil. İndi kənardan baxanlar məsələn deyir ki, məsələn İstiqlal Partisi ya filan parti həqiqətən zeynində belə bir şey yaranır ki, bu partilərin bütün təşkilatları var, binaları var, imkanları var, mavinləri var, filanları var. Yani o mərhələyə yetişməyibdir ki, hətta o etimadı yarada bilsin, o pişkinliyi yarada bilsin. Biz heç kimsəni dışlamamışıq. Tərsinə biz elə bu tüccara da yaxınlaşmışıq, mütəxəssislərə də yaxınlaşmışıq, köməklərini istəmişik. Hətta siyasi də olmasa, gizli də olsa. Amma bu qorxu vardır. Baxın, məsələn, gəlib onlar bir dənə siyasi təşkilata kömək eləmək, onun bütün hələ mal dövlətini itirməsini bıraxın, bəlkə həyatına da, yəni yaşayışını belə təhlükə, özünün həbslərlə və ya zindanlarla üzbəyiz eləyir. Talib bəy, mən cənabınızla qabaqcan danışmışam, təhlükə haqqında ikimiz bərabər 2 saatcan bəlkə çox 2-3 cələsə danışmışıq ki, nə cür təzmin eləmək olar əmniyyət. Mən bilirəm ki, cənabınız məsələn üyələrin ya hətta tərəfdarların tanınmaması üçün, qorunması üçün ən böyük təlaş edirsiniz. Yəni, ən böyük çalışmaz budur ki, insanlar ki, sizə yaxınlaşır, onlar tanınmasınlar belə. Əcəba sərmayədarlarımıza, böyük pul sahiblərine yaxın getmişsiniz şəxsən, ya adamlarınız müraciət edib, oturublar, danışıblar ki, bizim istəyimiz budur. Yəni, bir güvənli bir şəraitdə əlbəttə. Güvənli yerdə, güvənli şəraitdə, güvənli adamlarla belə bir şeylə görmüsünüz ki, məsələn, sərmayədarlarımızla minlər sərmayədarımız vardı. Çox, məsələn, mən birini Türkiyədə tanıram, indi qeydib gedib Təbrizə məsələn, çox güclü adam, amma məsələn, mən bildiyim heç bir təşkilat ona yaxınlaşmayıbdır. Bildiyim. Məsələn, bəlkə də yaxınlaşan olubdur, indi mən neçə ildir xəbərim yoxdur. Məsələn, əcəba, məsələn, siz bu cürsə gedib özünüzü bir izah eləmişsiniz, amma, məsələn, indi bugünkü biz cənabınızla danışırıq, bu onlara mesajdır. Yəni, bir ciddi mesaj göndəririk ki, məsələn, bizim düşüncəmiz bu da, biz demokrasini belə düşünürük, teknolojini belə düşünürük, pulu belə düşünürük, demokrasini, sistemi belə, intihabatı belə. Sərmayənizdə toxunulmayacaqdır. Bax, bunu məsələn, biz nizamnaməmizdə bunu müşəxəsə vurmuşuq. Heç kimsənin sərmayəsi
yəni müsadirə və ya əl qoyulmayacaq. Siz belə, yəni bu dövlətin belə bir hüququ yoxdur ki, sizin bir tacirin bir varlığının malına əl qoysun. Beləncə bir, yəni təzmin edir, zəmanət edir ki, tüccar sərmayəsini işə sala bilsin, azadcasına işlədib o məmləkəti və ya milləti nə edə bilsin, irfanda istifadə eləsin. Həm özü xeyir aparsın, həm bir seri insanlara iş şəraiti yaratsın. Eləmiş ki, Talib bəy, bunları əlbəttə açıq mediada danışmaq şey deyil. Yaxınlaşmışıq, irtibatlar qurmağa çalışmışıq. Nə rədd, nə şey cavabı verməyiblər. Düşünərik deyə və bunu da düşünmək lazımdır ki, çünki onlar ümumi pəncərədə açıq bir fəaliyyət edirlər və təbii ki, hər hansı bir təhlükənin qarşısında bundan istəsələr də görsün ki, bəzən məcbur eləməməkdə tercih edilir. Talib bəy, Bugünə bir qədər ən illətli azından budur ki, onu bacarmamışıq da. Bugünə qədər Azərbaycan kəsəbəsi, tüccarı demək bu məsələdə, yəni o məqama demək deyək ki, milli hərəkət o məqama yetişmir. Mən belə deyim. Talib bəy, mən indi bir dənə misal vuracağam. Bunun üzündən bəlkə məni baş tapasınız nə istəyirəm. Baxın, Marx dediğimiz adam kapital yazıb bu qalinlikdə. 700 dəfə, 600 dəfə kapital yazıbdı. Və bunu danışıqlarda dərs veribdi. İllər çalışıb. Yəni bu cür deyil ki, Marx bir gecədə deyə. Yüzlər şagird Marx o şeyin üstündə, hətta əgər siz məndən biraz bəlkə adca bilmirəm, yaşınız məndən adca biraz o yüz olar. Bəlkə də cavansınız. Amma inqilab yadınıza gəlir. Hamı Marx oxurdu, hamı sərmayə oxurdu, hamı kapitalı oxurdu. Məndə var. Mən özüm uşaq idim, bir gün getdim, bizim yaxında qəbristan var. Gördüm ki, bir təlislər ciddi. Gördüm təlislər töküblər. Getdim təlisi açdım, gördüm kitabdılar Salih bəy. Bu Hizb-i Tudənin çap elədiyi kapital filan bəhman adamlar ki, o zaman girirlər evlərə, tuturlar, aparırlar, edam edirlər. Kitabları qoyub təlisə gətiriblər atıblar qəbristana. Sembolik olaraq da bunu görmək olar. Amma mən onu məsələn o zaman götürdüm, gətirdim. Özüm uşağam, özüm məsələn 12-13 yaşımdadım var. 14 deyək, yaşım var. Yox. Amma onlar o kapitalı yazmışdılar, onun üstüne danışırdılar, deyirdilər, bir fikir yayırdılar. Acaba bizim Salih bəy İldırım başkan olduğu Güney Azərbaycan İstiqlal Partisi bir saat ekonomi haqqında düşüncələrin izah eləyibdi mi? Bir saat. Yox, eləməmişik. Bizim Tamam, burada sənə niyə güvənsin? Yəni o sərmayədar qaranlıqda niyə sənə güvənsin? Yəni biz sizə ərz elədiyim cəsarət olmasın. Mənzurum milli hərəkətə. Milli hərəkətdə biz siyasət İran haqqında deyərəm bəlkə 1 milyon saat yazı yazmışıq və danışmışıq. Yəni millət olaraq. İran sözü haqqında 1 milyon saatlıq biz bir şey eləyə bilirik, material tapa bilirik. Amma ən önəmli məsələ ki, məsələn, ekonomi və iqtisadda sərmayədir. Bunun haqqında yığsaq, mən hətta döktür şeydən dəvət eləmişdim, bu günləri xoşluğunu gördüm, çox da sevindim, döktür Yahya'dan. Soruşmuşdum ki, siz bu bəhsləri nədir görürsünüz? Yazıb da çox əladır. Bunları hərəsin saatlar bəhs eləmək lazımdır. Mən hazırəm saatlar hərəsin bəhs eləyək. Umarım ki, inşallah yetişsin ola ki, bir dənə ekonomisti gətirək diyağa alsan. Nə cür düşünürsən? Yəni, istəyirəm bunu ərz edirəm ki, Salih bəy İldırım başkan olduğu təşkilat ekonomi sahəsində neçə saat işləyibdir? Neçə dənə uzmanı var? Ekonomi uzmanı var. Neçə nəfər ekonomi uzmanı cəzb eləyibdir? Ki, deyək, bunlar gəlsinlər, ekonomi mənim teorimi töksünlər. Teorik olaraq mənim yazım olsun ya danışığım olsun partimin. Bunu aparım millətimin bir böyük. Baxın, biz 1 milyon adamı, hüzbimizdə adam ola, 1 milyon dolarımız olmasa onlardan istifadə edə bilməyəcək. Çünki biz 1 milyon dolarımız ola işə başlaya bilərik. Yoxsa adamımız olsun, pulumuz olmasın. Tamam, biz yenə də heç hesab oluruq. Biz o gücə ehtiyacımız var.
Və o gücə bir demokratik ya bir sistem yaratmalıyıq ki, o bizə etimad eləyə. Əvvəl düşüncəmizi gərək bilək etimad eləyə. Yoxsa düşüncəmizi bilmiyor, qaranlıqda mənə niyə etimad eləsin? Doğru deyilmi? Gəldi etimad elədi, sabahları mən tutdum. Məsələn, mənim sorularımda var. Bunu soruları oxusaydınız görəcəksiniz. Məsələn, deyirəm ki, deyək inqilab bugün inqilab oldu. Bugün İran çevrildi, inqilab oldu. Biz sərmayədarlarımızı necə qoruyacağıq? Yəni bizim əcəba partimizin məsələn deyək ki, gücünün %50'si budur ki, sərmayədarlarımızın evlərinin dövrəsində nigahbançılıq versin desin, bura heç kəsin haqqı yoxdur girsin. Yoxsa məsələn bunlar qarətə, millət başlasalar, oğrular, əylilər, aclar filanlar başladılar qarətə. Onları qarətə qoyacaq, qarət olsunlar, ya ölsünlər, ya xətərə düşsünlər. Biz baxın, mənim bunları üçün geçirik yavaş-yavaş bilirəm sizin işinizə yaxınlaşır, getməyə yaxınlaşır. Ona görə deyirəm, biz bunları düşünmüsünüz, bunları işləməyə çalışmışsınız Salih bəy. Bizim ekonomik iqtisad bölümümüz var. Maalesef mütəxəssisimiz boşdur. Yəni ki, o işlənilməlidir. Departamenti var, amma boşdur. Mütəxəssisim, o da ixtisası bir təxəssüsü bir bəhsidir. Siyasi məsələ deyil. Onu niyə axtarıb tapmamışsınız? Məsələn, bir belə millətimizin ekonomik fikir var. Niyə bunları axtarıb tapmamışsınız? O axtarmaqla olmur ki, bir kriteriyada ola, bir yox, əslində Salih bəy, mümkündür partiyə üzv eləməyəsiniz. Məsələn deyirəm, misal bu tanıdığım üçün Həsənqulu Rəhmani iqtisad oxuyubdu. Amerikada yaşır, ya Avropada yaşır, ya Türkiyədə yaşır, hər yerdə yaşır. Gedirsən deyirsən, sən əslində mənim hizbimə üzv olma. Sən bir ekonomini bizə aşkıraq, ekonomini nəcür biz eləyə bilirik? Nəcür bu sərmayədarlarda bir güvəncə yaradaq? O sizə deməyəcək ki, yox. O deyər, mənim adıma olmasın, tamam, amma mən bu ittilatı verim sizə. Bu işi görmüsünüz. Heç olmasa bu həddə görmüsünüz. Yox, eləməmiş. Tamam. İrad bizdədir, yoxsa İrad sərmayədarlardadır? Mən nə sərmayədarlarda iradı görürəm, nə də bizdə. Deyirəm ki, hərəkət hələ o bir yerə yetişsə, onlar gələcəklər. Hamı burada bir pay aparma və pay olmasına cəhd eləyəcək. Onun da zamanı yetişəcək ki, tüccarımız da bu məsələyə, yəni güvəni ki, yarandı, burada qoyduğu sərmayənin itməyəcəyini və ya əleyhinə olmayacağını hiss elədiyində gəlib buna sahib çıxacaq. Təbrizin bazarı da bunu edəcək. Yəni ki, açıqcasına deyəcək. Amma bugün o gün deyil. Yəni o mərhələyə çatmır. Azərbaycan Milli Hərəkatı ideolojik olaraq, kütləsəl olaraq, kültürel olaraq o zərurət hissi tüccarımızda və ya o güvən hissi tüccarımızda yarada bilmir. Hərəkət edir. Yəni baxırıq görürük ki, ayətullahlarımızı da qoymuşuq qırağa. Yəni bir münzəvi bir hərəkət edirik də, yəni ayətullahlarımızı. Yox, yəni bizim din kənara qoymamışıq. Biz heç kimsəni kənara qoymamışıq. Biz hətta yəni hər kəsə dediyi, hər cinaha, hər düşüncəyə ehtiyacımız biz kənara qoymamışıq. Amma olan mənfəətində deyil indi. Bilirsiniz, ayətullahlar indi hakimiyyəti qoyub, orada hökmranlığı qoyub, bütün neməti qoyub, gəlib müxalif cəbhədə durub ondan savaşmağa həbsi gözünü istəmir. Salih bəy, Təbrizdə ayətullahlar tanıram mən. Əmmamələrin çıxadıblar, qoyublar yerə, gediblər fəhləlik edirlər. Amma biz, məsələn, milli hərəkətin çalışqanları olaraq özümüzü belə tərif edirik da, istəyər istəməz belə tərif edirik. Ya siyasi partilər olaraq onları axtarıb tapmamışıq, tapmırıq. Ya məsələn, iqtisaddanları tapmırıq. Məsələn deyirəm, hüquqdanları. Məsələn, cənabınızın partinizdə neçə dənə hüquqdan var? Bizim partidə müşəxxəsən deyək, məsələn, neçə dənə hüquqdan vardı, onu deməyək. Əslən, ümumiyyətlə Azərbaycan Milli Hərəkatında hüquqdan az səviyyədə var və yəni olsa da bu İran hüququnun İran mərkəzli bir hüquq tərifi vardır.
biz dedim İnsafəli bəy, baxın bunlar hamısı bir profesyonel bir partinin görəcəyi işlərdir, olacağı, Doğrudur. edəcəyi bölümlərdir. Biz profesyonel, herifeyi bir parti kimin müamilə eləmək doğru deyil. Yəni ki, baxın indi bu söhbəti aparmağa dikan üstündə oturmuşuq ki, qaçıram işə. Yəni Doğru. bunların hamısının cevabına əvvəldə dedim ki, bu o məqama yetişməmiş. Yəni ki, o Doğrudur. gücə yetişməmiş. Bunu bizim zəifimiz midir, nədir? Əlbəttə ki, bizim də himayəmiz olsaydı, himayədarımız olsaydı, yəni bunlar mütəqabildir. Bizə parti yaxşı vəziyyətdə özünü prezent eləyə bilirsə, profesional fəaliyyət aparırsa, tabii ki ona dikkatler de çok olacak, ona güvenler de çok olacak, ona gelen mütehassıslar da akın eləyəcəkdir. Ama biz mesela gedib birlə danışanda görüşüb məsələn fərz edilən bir dənə tacir deyir ki, məsələn nəyim var? Partisi nə sərmayəsi var? Fərz edilən. Deyəndə ki, məsələn heç bir şeyimiz yoxdur. Yəni o nəcib bura bir rəğbət göstərə bilər. Veya mesela bir hukukçunu gedirik, herhalde ona da bir şərait düzəltməliyik. Gel burada işlə də. Bu hiçbir şey karşılıksız değil ki. Siz o mütəxəssislərə deyirsiniz, ama mütəxəssislərə gedib istəmək olar. Ama ona gedirsə deyirsiniz ki, bu projeni istəyirəm, bu da xərcidir. Ki bunu eləcəm. Doludur. Onlar gedib heç lazım deyil məsələn ki, illa Azərbaycanlı olsun. Eləyə bilərsin. Ama o imkan lazımdır ki, deyəsiniz ki, bu bütçəni verim, get 6 ay işlə bunun üzərində. Salih bəy, mənim nəzərimə gəlir ki, hətta məsələn siz Kanadada agəhi versəz ki, mən volunteer vəkil istəyirəm Azərbaycan məsələn hüquq sistemi yazmaq üçün, mən inanıram ki, heç olmasa 20 nəfər çıxacaqdır. Yəni Kanadada. Burada məsələn bir dənə İnsafəli bəy, biz kültürel təşkilat eləyə bilər, amma bizim kimi bir siyasi təşkilat agəhi üzəri ilə açıq orada gəlsin, girsin, təşkilatımızın partiyə girməz. Partidən eşikə qalar, partiyə müşavirə verər, hüquqi müşavirə verər, partiyə heç vaxt girməz. Yəni siz bunu kontrol edərsiniz. Yəni o lazım deyil partiyə girsin. Partidə 2 nəfər, məsələn cənabınızı tanır, ya bir ayrı adam ki vardı, mərifə eləmisiniz, hüquq departamentinin başçısı. Onu tanır, onunla oturar, bunları danışar, o gedər, özü verər. Yəni sərmayə də ucuzdur. Məsələn ekonomi bölümü sizin varınızdır. Mesela ekonomi bölümündə bu adam, bir dənə adam ki partinin üzvü deyir, onu göndərər filan sərmayədarı, get danışsan, filanca danış. Bunlar olar. İndi bunlardan getək, bunlar çox ciddi məsələdir, istəyirəm fəqət açılsın. Yəni bu cənabınızla bəhslər, Salih bəy, mən də bilirəm ki, bizim partilərimiz profesional deyil, cənabınız da bunu neçə dəfə vurgulamısınız, doğru olaraq. Yəni bizim teorik boşluğumuz çoxdur. Niyə? Herifeyi deyirik çox, profesional deyilik. Profesional olmadığı üçün boşluğumuz hər sahədə vardır. Amma bu sözlər xoşbəxtanə, cənabınızla mənim danışığım, şeylər də ki alıram, feedbacklər də ki alıram, cavablar da ki, sözlər də ki bizə gəlir. Onlar da bunu göstərir ki, insanlarımız yavaş-yavaş baş tapırlar ki, boşluğumuz çoxdur. Teorik boşluğumuz çoxdur. Əməli boşluq ayrı bir şey, səviyyədir. Amma teori səviyyəsində belə boşluğumuz çoxdur. Cənabınız da bunu görürsünüz, görürəm, çox da rahat qəbul edirsiniz. Bizim burada boşluğumuz var. Bunlar çox böyük bizə qazancıdır. Yəni biz özümüzü bu səviyyədə görürük. Mən cənabınızdan 2 dənə sual soruşum. Sonra sizi Allaha tapşırım, gedin. Amma bu şərtinə ki, gələn həftə cənabınızla danışa bilməyəcək. Daha bir 2-3 ayacan. O birisi partilərlə danışacaq. Amma bu müddətdə cənabınız ya səslə, ya video ilə, ya da yazılı bizə, buradan bu üzə nə mənə sorular vardı, mən göndərirəm xidmətinizə, hətta istəsəz, bunları hətta əvvəldən, istərsiniz ya əvvəldən təzəşdən, ola bilər ki, bu danışıqlardan sonra bəzi sorulara ya cavab vermədiniz, ya mən məsələn soruşmadım, ya siz burada çoxlu soruları soruşmadım. Ya əslən fərqli deyərsə, mən düşüncəmi dəyişdirdim. Bu teorik olaraq mən bu düşüncəyə yetişdim. Yəni fərqli. Heç iradı yoxdur, çox da böyük bir gəlişimdir insanda ki, bu rahatlıqla eləyə biləcək ki, mən dəyişdirdim düşüncəmi. Bu çox gözəl.
hər hamısını eləyə bilərsiniz bunları ya əvvəldən indiyə qədər ya da elə kollən hamısını yazılı ya səsli cavab verəsiniz. Bu çox böyük bizim düşüncəmizə, teori yaratmağımıza, bizim bunu bilirsiniz ki, teoride çox böyük müşkülümüz vardı. Teori yaratmağımıza çox böyük təsiriniz olar. Hətta əgər mən bunu inanıram ki, yaxşı İnsafəli yanlış yazır, yanlış düşünür. Bu teoride bizə çox köməklik eləyəcək. Çünki iki nəfər tapılar deyər ki, İnsafəli bu yanlışlığı elir. Ya mən bununla razılaşmıram bu düşüncəyle. Bu düşüncəni ortaya koyarım. O gəlişiniyə bahis olar. Onun için icazə buyurun. İki soru soruşum sizi Allah'a tapşırım. Buyurun. Acaba bizim bu təşkilatlarımız ki var, dövlət quramırıq sürgündə, pul qazanamırıq. Acaba İranlı düşüncəli sərmayedarların, pulların ya İranlı düşüncə adamların maneyi var bu partilərin, insanların qarşısında qoymur bunlar birləşələr. Belə bir şey siz görmüşsünüz, hiss eləmişsiniz. İran ya İranlı tərəfdarlı düşüncələr. Düşüncələr əlbəttə ki, bir təhdiddir. Yəni insan rahatlıq hiss eləməlidir. Hər kəs inqilabçı deyil. Hər kəs təhlükəni gözə alan deyil. İnsan rahat tələb bunu dəfələrcədir. Əgər biz daha rəsmi və ya daha mesela normal görünürsə, xalqın da ona təmayülə çox olur. Amma əgər bir məsələ təbii ki, baskılara, təhdidlərə üzbözdürsə, burada məxsus adamlar buna yaxınlaşır. Ehtiyat eləyərlər, uzaq durarlar. Bir zehniyyət yaranıb ki, ümumiyyətdə bu 100 il təbliğatın nəticəsində siyasi və ya təşkilati hərəkətdə xoş baxış yoxdur maalesef. Hətta gələnlər də çalışırlar ki, fərdi kimin heç bir məsuliyyət almadan ya bir şey öhdələnmədən nəsinlər gəlib bir sözlər desinlər, danışsınlar, yazsınlar, heç bir öhdəlikləri olmadı. Təbii ki, İran zehniyyətinin, təbliğatının, saldırganlığının, təhdidinin buralara, yəni bu təşkilatlara yaxınlaşmasında Azərbaycan Milli Hərəkatının da böyük manələr düzəldir. Məsələn, İran adına gedirsə, rəsmən gəlir tutur aparatı zindana. İnsanlar qorxurlar gəlsin. Hətta meyilli olsa da belə təşkilatlara yaxınlaşmaqdan və ya qurumlara yaxınlaşmaqdan, ya milli tanınmış adamlara yaxınlaşmaqdan ehtiyat edir. Çünki deyir ki, tutdu mənə də sıçrayır. Bunun ailəsi var, uşağı var. Yəni, nə dərəcədə istəyir tavan versin? Biz o zaman ki, deyək ki, birisi bu tavanları verməyə, bu bədəlləri verməyə hazır oldu. Məsələn, deyək ki, millətimizin gələndə deyəndə ki, səni məsələn hökm gəlibdir, gələk edəsən zindana, o hökmü qəbul eləməsə və ya məsələn gələndə gəlcinə məhkəməyə getməsə və ya polis onu durduranda desə səni tanımıram, müqavimət göstərsə, onda demək olar ki, biz qələbə mərhələsinə keçirik. Hələ ki, yəni o qarşı tərəfin güclü olduğuna görə bu təhdidlər insanların təşkilatlara və ya hərəkətə yanaşmasında gönlündə olsa da, içində olsa da maneə yaradır. Bəli, var. Çox gözəl, yəni çox təəssüflüdür bu. Əcəba sürgündə yaşayan millətlər, yəni Güney Azərbaycandan fəqət söz getmir. Tamam millətlər ki, İranda işğal altındadılar, bunlardan. Bunların arasında düşüncə qıtlığı, anlayış qıtlığı, iradə qıtlığı mı vardır? Yəni, hələ də bu insanlar və millətlər səğirdilərmi? Yəni, bir yerə toplamaq, bir iş görək, bir dövlət quraq. Məsələn, bunlardan biri budur. Salih bəy, məsələn, əgər Azərbaycan təşkilatları bir dövlət qursalar, fəqət adda, dövlət adına geçsələr Kanada dövlətinə, Amerika dövlətinə, Avropa dövlətlərinə, sərmayedarlara, biz bu işi görürük. Əcəba onlar bunlara yardım edərlərmi, etməzlərmi? Sırf əvvəla bunu deyim, o İran məsələsində ki, İrandakı millətləri dediniz. Bunlar maalesef bu 100 ilin içində elə bir vəziyyətə salıblar ki, bir
qrup xaric, yəni kütlər xaric ki, kütləri bəlli himayələr olduğu üçün daha sistemli hərəkət edirlər. O birisi millətlərdə elə hamısı biri-birinə bənzərdir. Yəni ki, biri o birisindən daha məsələn sistemli, daha mütəşəkkil ya daha şey olsun deyil. Aşağı yuxarı hamısı eyni səviyyədə, yəni UV-də o baskıların altında darmadağın ediliblər ki, özlərini toparlayıb məsələn bir təşkilatı formada nümayiş etməsi üçün çətinliklə. Məsələn, baxırıq görürük ki, hər hansı millətə görürsünüz, məsələn 5-10 dənə partisi vardı, hizbi vardı, qrupu vardı. Bir ortaya gəlib məsələn bir məclis və ya bir şey təşkil eləyə bilsin, eləyə bilmir. Amma biz bir şey başarmışıq. Bizim bir bu qeyri-fars millətlərindən 2005-ci ildən bu tərəfə bir ciddi işbirliği, yəni bir cəbhə quruluşumuz olubdu. Onun güclü zamanları da olubdu, zəif zamanları da olubdu, amma devam edib, yəni davamlılığı olubdu. Qopuqluq olmuyor. Və indi bir mərhələyə yetişibdir ki, bu demək olar ki, bir mərhələyə yetişib ki, diqqətləri çəkir yapışır üzərinə və zənnimcə də bunu biz bacaracaq. Yəni bu İran adlanan yerdə fars olmayan millətlərin demək öz taleyini təyinləşdirmə cəbhəsidir. Yəni Cəbhə-i Milal bərayə haqqı təyin edilmiş, o dırnaq içində də İran yazılır. Biz onu dırnaq içində yazırıq. Çünki İran termini qəbul edilir. Amma çünki İran tanınır ya beşdilah. Yəni özümüzü İranlı bilmirik, amma İran işğalında olan beşdilah İran tanınan coğrafiyada yaşayan millətlərin cəbhəsi. Beləncə bir və bəlli yaxlaşımlar olub dövlətlərlə müsbət siqnallar alır, əlverişli olur, yəni nəticə verir. Biz ona görə dedim ki, gücləndikcə bunların o geri dönüşü yəni bizə yaxlaşımlar çoxalacaqdır. İndi nə eləyiriksə xəşliyirik. Bir zamanda bunlar nəticə verəcək, səmərə verəcək. O gücləndikcə o səmərələr çoxalır. Dövlətlərə yaxlaşımda məsələ bizdən indi hesab edin ki, qeyri-fars millətlərin cəbhəsinin platformunu, keçid platformunu istədilər. Sizə də göndərmişəm. 30 neçə maddədən ibarət göndərmişim. Bugün demək listenin təpəsindədir. Yəni ona rəqib, ona alternativ platform yoxdur. Bunu dövlətlər, örgütlər, qruplar ki, beynəlxalq siyasətinlə məşğuldurlar və bizim irtibatımız vardır və İran adlanan yerdə qruplarla, hərəkətlə məşğuldurlar. Hamısı etiraf edirlər ki, buraya qədər, indi sabah mümkün məsələn başqa bir şey çıxarır, buraya qədər ən demək qəbul edilən, ən mükəmməl bir platformudur və üzərində də 15-16 dəqiq adımda deyilindi. Təşkilat, hətta cəbhəyə üzv olmayan xalqlara mənsub hizb və parti imzalayıbdır. Yəni uzun bir mübahisənin nəticəsində gəlib və bunu bir şeyə yetirmişik. Bir alternativ kimi. Yəni indi daha özəlliklə də bu son 2 ildəki olaylarda məğlubiyyət, yəni onların güvəndiyi, dayandığı, hər gün bir şey düzəldirdilər, bir qrup düzəldirdilər ki, İrana alternativ kimi onu dəstəkləyirdilər. Bunların hamısını yenildiyindən sonra indi meyllər daha bu istiqamətdə güclənməkdədir. Düzdür, hələ sual yerləri vardır. Və bir şey ki vardı, bizə indi başqa milli qrupları da, yəni buraya cəzb eləməyə. Burada olan əsasında millətlərin əksəriyyəti, böyük əksəriyyəti bu platformu verənlər, bu platformu imzalayanlar, hamısı, böyük əksəriyyəti deyəndə hamısı istiqlalçıdır. Və indi bunu biraz genişləndirmə bizə, yəni təkliflər budur ki, belə gəlir siqnallar ki,
o birisi qrupları da bunun içinə alsaz, bu elə bir alternativ kimi siyasi gündəmdə ola bilər. Yəni belə bir status qazanmaqdan bizim fəaliyyətimiz qeyri-xas millətlərlə birlikdə və burada da Güney Azərbaycan İstiqlal Partiyası, əlbəttə biz başqa təşkilatlara da gətirmişik, bu cibbiyə dəvət eləmişik, gəliblər, üzv olublar, buraxıblar, gediblər maalesef. Buraxmalarının da daha çox duygusal səbəbləri var. Yəni siyasal deyil, siyasi, stratejik məsələlər deyil, duygusal və emosional hərəkətlərdən dolayı buraxıb gediblər. Məsələn, bir çox Azərbaycan təşkilatları, məsələn, bunu ünvan edir ki, orada Kürt təşkilatı var, biz gəlmirik. Məsələn, öyle bir ki, hər yerdə Kürt olsa biz getmirik, meydana buraxacaq Kürtlər getsin. Biz getsək də, getməsək də bu cibhə gedir. Biz orada olsaq da, olmasaq da bu cibhə gedir. Yarın və palaq da olsa gedir. Elə bir ki, məsələn, Azərbaycan bugün deyək ki, mən BMT-yə, Sazman Millələ gəlmirəm, çünki Ermənistanın orada demək, nəyə vardı? Nümayəndəsi vardı. Ya məsələn, biz deyək ki, sabahları Sazman Millələ üzv olmuruq. Orada məsələn, İranın da bayrağı olacaqdır. Bunlar ayrı şeylərdir. Siz birinin bayrağının altına gitməyiniz ayrı bir şeydir. Biri ilə bəlli bir məsələ üzərində anlaşmanız ayrı bir şeydir. Bizim Kürt təşkilatları ilə problemlərimiz zənnimcə Azərbaycan milli hərəkatında bizdən radikal mövqe qoyan yoxdur. Yəni Batı Azərbaycan məsələsində bizdən radikal mövqe qoyan 2000-ci bir təşkilat çıxıb deyə bilməz. Məsələn, biz onlardan radikal mövqe qoyuruq. Amma buna rağmen demək, bir ayrı cibhədə də məsələn Kürt təşkilatı da vardı və biz də ki onu bəhanə edib oradan qaçmamışıq, orada oturmuşuq. Hətta Kürtləri məhdudlaşdırmışıq da. Onlar məcbur olublar, tərk ediblər və sonra qayıdıblar. Yəni ki, biz 2007-ci ildə bir maddə təsvib elədik. Bizim təşrifimizdən. O zaman orada cibhədə kim var idi? Cibhədə 3 dənə Azərbaycan təşkilatı var. Güney Azərbaycan İstiqlal Partisi, Dünya Azərbaycanlılar Kongresi və Camoh. Camoh da orada var o dönemde. Ama sonra ne dediler? Ondan sonra bunlar uzaklaştılar. Yavaş yavaş pasifləşdilər, əslində ayrıldılar. Camoh getdi federal demokratlara birləşdi. Ama Günas TV ayrıldı, ayrı bir yerə də qatılmadı. Ayrıldı. Amma İstiqlal Partisi devamlı durdu burada. Başqa partilərimizi gətirdik, dəvət elədik. Bəziləri qəbul eləmədilər, elə Kürt bəhanəsini qoydular. Elə Kürtlər var, daha əvvəldən qoydular, gəlmişlər. Bəziləri gəldilər, heç Kürt olmayan dönəmdə. Məsələn, bir dönəmdə vardı ki, məsələ hesab edin, 2007-dən 2022-yə qədər Kürt təşkilatı yox idi. Yəni 2007-də biz bir maddə qoyduq orada. O maddəni təsvib elədik. Hamının, yəni ki, təklif bizdən idi. İstiqlal Partiyası gətirdi və hamı rəy verdi. Təklif nə idi? Buyurdu ki, burada üzv təşkilatlar, hizblər, xalqlar başqa xalq, başqa millətlərə ərazi iddiasında ola bilməz. Və bunu orada qanuniləşdirdi. Qanunu qoyduqdan sonra hamının rəyi ilə, yəni mütləq rəyi ilə qəbul olandan sonra Kürt təşkilatlarına orada bir müraciət elədi. Sizin loqonuzda Azərbaycan Kürdistan kimi göstərilir, bunu dəyişdirin. Qaldılar məsələnin içində. Yəni hesab edin ki, 3 dənə Kürt təşkilatı Güney Azərbaycan İstiqlal Partiyasını ittiham eləyərək istefa verdilər, getdilər. 2007-dən ta 2022-yə qədər yox idi Kürt təşkilatı. Və gəlir, məsələn, bir təşkilat gəlir, deyir, bunu dəyişdirin, onu dəyişdirin, biz də deyirik, əvvəl gələcəksiniz, yəni bu strukturu qəbul eləyəcəksiniz, sonra bunu dəyişdirmək istəyirsinizsə, üzv olandan sonra, burada təkliflərinizi verə bilərsiniz. Eşikdən şart qoya bilməzsiniz ki, onu dəyişdirin mən gəlirəm bu içəriyə, bu birisini dəyişdirin. Bu, hər halda, yəni, Azərbaycan bir seri təşkilatları da gəldilər, dəvətimizlə gəldilər, üzv oldular, sonra bıraxdılar, getdilər. Yəni, maalesef Azərbaycan, amma İstiqlal Partiyası quruluşundan başlayıb da bu günə qədər dəfələrcə də o cibhənin rəhbərliyi, hətta keçən ildə
rəhbərliyi bizdə. Yəni ildə dəyişdi bunun cibhənin rəhbərliyi. Yəni belə bir fəaliyyətlərimiz də olubdur. Belə bir çox ölkənin diqqətini çəkmişik. Məsələn, o cibhənin adına mən geçən söhbətlərimdə də işarə elədim ki, o cibhənin tərəfindən bir çox görüşlər biz keçirmişik, olumlu görüşlər. Bir çox məsafəni təyin eləmiş deyə inanıram. Hətta buna da alternativ düzəltməyə çalışdılar. Bunu da parçalamağa çalışdılar. Elə birisi, həmən kütlər, yəni o federal demokratlar əslində bu cibhənin quruluşundan sonra quruluşdu. Yəni əslində o başlanğıcında federal İran Federal Konqresinə, Kongre İraniyan Federalı, mən federal demokrat dedim, yanlış dedim bu səhvə. İran Kongre Millətlər Federal İran. Kongre İraniyan Federal ya Millətlər Federal İran belə bir adla fəaliyyət edən. Onlar aslında bu cibhənin qurucularıyla başlanğıcları o günün bunu təşkil eləyəndə günün yarısına qədər, yəni günortaya qədər toplantıdaydılar. Günorta ərəfəsindəki haqqı tayini sərnişindən tərifdə İstiqlalın daha çox ağır basmasını gördükdə Kürdistan Demokrat Partisi həmən yerdə, həmən binada ki, İngiltərədə bir otelin lobisi demək, otelin bir demək bölümüydü da, tutmuşdu toplantı üçün. Onlar da göstərdilər, o günortadan sonrasını ayrıldılar buradan. Sabahısını, gecəsi bir toplantı qoydular. Sabahısı onlar da ayrı bir otaqda Azərbaycanlıların da bir sesini çəkərək Kongre İraniyan Federalı elan. Yəni o dönəmlə, yəni o başlanğıcından başlayıb, o qədər Azərbaycan təşkilatları oldu, gəldilər, getdilər filan. İstiqlal Partisi burada davamlı dayanıb və Salih bəy, çox təşəkkür edirəm. Var olun. Bu da çox gözəl məlumat. Mən indi bu son sizin yavaş-yavaş 2 dəqiqə qalır fikirlərim getməyə. Ona görə bir sorunu soruşum. Ondan sonra gedin. Əgər əlbəttə qalsaz mən çox sevinərəm. Mənim çoxlu sorularım var. Amma o sizə bağlıdır. İndi bu əməl olaraq biraz eşit gördük, bunları bildik, cibhə ilə tanış olduq. Amma düşüncə olaraq bu siyasilərin də içində bir düşüncə qıtlığı görürsünüz. Bir qəhtiyar-rical və qəhtiyar-əndişə farsça desək, ərəbcə. Biz Azərbaycan məsələsinə gələk. Azərbaycan Milli Hərəkatının ciddi ideolojik sorunlar. Yəni biz Azərbaycan hərəkatı dayazdır. Yəni ideoloji olaraq, yəni Azərbaycan söyləmi, Azərbaycan siyasi ədəbiyyatı, Azərbaycan milli ideolojisi ölçüsü gərəkdir, maalesef demək, üretilmədiyi üçün, ortaya qoyulmadığı üçün, formalaşmadığı, tədvin olmadığı üçün demək, bu çətinliklər var. Bəli, qətl-rical var. Qətl-rical deyək ki, yəni qətl şey deyək də, aydın sorunumuz vardı. Azərbaycan, hər kəs indi bu gün deyir ki, mən millətçiyəm. Həqiqətən də milli fəaliyyət edirlər. Amma dayazdır. Yəni ki, o milli düşüncədən demək, təbir o dərinliyə malik deyil. O milli ideoloji o dərinliklərinə dala bilməmişik. Çox sağ olun Salih bəy, təşəkkür edirəm. Bu çox önəmli. Bu cümlə ilə qutaraq. Bu cümlə çox gözəl cümlədir. Dayazlıqdan çıxmalıyıq. Biz dayazlıq daha bəsdir və bunu insanlarımız aydın insanlarımız yaxınlaşaraq partilərə, gücləri birləşdirərək şey eləməlidirlər. Dərinlətməlidirlər. Bu dayazlığı dərin etməlidirlər. Və bu Salih bəy İldırımın 10 nəfər, 50 nəfər, 100 nəfər ilə olmaz. Necə o xiyabana çıxanda yüzlər min çıxır, elə gərək partilərdə də yüzlər min olalar ki, eləyərlər, dərinlik yaradalar, düşüncə dərinliği. Ondan sonra adam lazımdır. Yəni, ərz elədim, sərmayedarımız olmayandan sonra, bizim, məsələn, dinçi kəsimindən olmayandan sonra,
demirəm din təşkilatı olsun. Din təşkilatına dönək. Amma bizim insanlarımız dinlidir. Bunu siz əvvəl buyurdunuz. Çox da gözəl. Yəni insanlarımız bizim dinçidirlər, dinlidirlər. Hər necə yalancı da dinçi olsalar, məzələ sən Əraq da içsələr, şəxsiyə getsələr, o şəxsiyə gedir. Yəni biz onu şey eləyə bilmərik ki, adın xurafat qoyub ata bilmərik. Yəni deyə bilmərik xurafatdır, deyək tamam. Amma orada bir kəsim var, o kəsim bizim adamlarımızdır, düşüncə sahibləridirlər. Zahirən kəsilir, inşallah kəsilməsin. Eləyə bilər. Bəli, Salih bəy, çox ciddi yerdə qutardınız. Mən fikir edirəm ki, bu cələsəni bu cümlə ilə qutaraq ki, dayazıq, teorik olaraq dayazıq. Çox böyük millətik, amma 100 il qətliam və baskı, brainwash, beynimizi yıxamaq, təbliğat, amuzəş, bunların sonucunda bu yerə yetişmişik, mütəəssir dayazlaşmışıq. Bu dayazlıqdan çıxmaq şərtdir. Çünki bizim çırağımız da əlimizdə işıqdır, qaranlıqda tutacaq, onun dalısıcan girək. O bizə yolu göstərəcəkdir. Bunu da cənabızla başladıq. Dostlar işləyirlər illərdir, amma çox sahələrdə işləmək lazımdır. Partilərimizin, o birisi partilərimizdən Salih bəy, əgər sizin son olaraq, çünki son görüşümüzdür. Bir sözləriniz var, buyurun. Sizi əgər getsəz təşrif aparın, getməsəz oturaq burada yenə danışaq. Mən də 1-2-3 dəqiqə sizdən sonra danışacağam və sözü qutaracağam. Görək ki, nə tür inşallah davam verir. Çox sağ olun. Əlbəttə bir seri məsələlərə bir şans tapdıq ki, görüşüb danışdıqca suallar gəlir. Bunun təbii ki, şöbələnir, hətta kontroldan çıxır, uzaqlaşır. Bunlar hamısı danışılmalıdır. Keşke beləncə bir imkanımız olardı. Mən çalışacağım ki, siz o sorular zəhmət olmasa bayaqlarda vurguladınız. Onları göndərin qalanlarını. Və yenə də ortada əvvəldə danışdığımız məsələlərə də təkmili bir nəzəriyyə olursa, onları eləcə davamlı olaraq səs formasında, ən azından yəni bunu söz verirəm ki, səs formasında hazırlamağa, yazılı və ya video formasında mümkündürsə onu da təmin edəcək və cavablamağa çalışacaq ki, beləliklə bəlkə hərəkətimizdə bir seri şəffaflığa, bir seri aydınlaşmaya bir səbəbiyyət verəcəksə, bir səbəb olacaqsa bizim də bir payımız olmuş olsun deyə sizdən təşəkkür və hər kəsə salam və saygılarımızı sunuruq. Sağ olun. Çox sağ olun, təşəkkür edirəm, məhəbbət elədiniz. Bu birinci danışıqlardır Salih bəy. Yəni divarları sındırdınız. O İranda bir şey var idi Ərəbla savaşanda, səngər şikən. Siz onu sındırdınız. Bəli? Xət şikən. Onu sındırdınız. O tabuları sındırdınız. O şeyləri sındırdınız. Hələ bəzi partilərin liderləri ya şeyləri mənsubları qorxurlar belə gəlirik. Biz bu cür sorularla üzbəyiz duraq. Yəni sizin bəlkə çox şeylərə hazırlığınız yox idi. Yəni bunu mən qəbul edirəm ki, fürsət də çox az idi. Zaman da çox az idi. Birdən-birə bu iş oldu. Sizə 6 ay fürsət vermədilər ki, sualları görəsiniz, üstündə düşünəsiniz, komitələriniz danışa, hamısı danışıla. Onun üçün əgər qüsur görsəz çox bağışlayın. Mənim tərəfimdən. Əgər ədəbsizlik görsəz bağışlayın. Çox gözəl idi. Mən örgəşdim şəxsən. Çoxlu şeylər mən budur deyim. Bir həftə bundan öncəki İnsaf Əli Hidayət ilə bugünkü İnsaf Əli Hidayət başqadır. Və bunu sizə mən hörmət ilə deyirəm, ehtiramla deyirəm. Mən %50 dəyişmişəm. Bir həftədə. Düşüncələrim dəyişir. Baxışım dəyişir. Əslən teoridən bir ayrı bəhsi özüm düşünürəm ki, biz əslən bunlara niyə düşünməmişdik deyəcəm. Yəni mən birdən görürəm ki, bir suallar gəlir özümün zehnimə ki, mən bunu düşünməmişəm. Bəlkə biz istirik dövlət quraq, niyə düşünməmişik? Onun üçün sizdən çox təşəkkür edirəm. Gəldiniz. Təbiətən millətimizə qalıbdır. Görəcəklər, danışacaqlar. Və sizdən gözləyirəm. Mən soruları həttəmən sizə göndərəcəyəm. Bunları baxın, qabaqçılarda istərsiniz, baxarsınız. Və çox belə sevinə-sevinə gözləyirəm ki, sizdən alam. Mütməin olun, Salih bəy. Bu bizim millətimizə bir teorik paya qurur. Elm
olacaqdır. Nə Mən mutlu, nə mütməyinnəm mutlu. bir gün bunların üstündə lisans verəcək bizim danışıqlarımız. Bunu Nə mütməyin mutlu ol. bizə ki, bunu eləyə bilirik. Çox sağ olun. Çox Siz sağ ol. də buna təşəbbüs elədiniz. Əslən tərhə qoymaq özü çox mühümdür. Yəni və bütün soydaşlarımızı beləncə təşəbbüslərə təşviq etdik. Evet. Yəni tərhlər hərəkətin, düşüncələrin inkişafına, çelişkisinə, tartışılmasına, bunlar tartışılsın. Tartışsın ağırlıqların, yüngüllüklərin, boşluqlarını. Biz də gələ boşluğumuzu bilək. Bizə əgər bu hücumlar olmasa, bu suallar olmasa, bizi də bəlkə ki, o şeyə, yəni elə bizim beynimizdə hər şey oturub yerində və ya məsələ bunları illa bilirik, bunun da ası gedəcək. Elə bu söhbətlərdən, bu suallardan, bu yanaşmalardan o demək fəaliyyət meydanının daha genişlənməsi və hər bir şeyə tərif tapması ya çözüm tapması ən azından beyinlərdə sual formasında gəlməsi özü bir inkişafdır. Ona düşünməyə və həll edin. Birçok şey biz yoxumuzdur, çözümümüz yoxdur. Amma bu o mənada deyil ki, çözüm tapa bilməliyik. Bu günə qədər olmuyor. İndi bundan sonra birçok şeyi biz bölüm yaradıb, üzərində işləyib, onlara demək, daha çox vaxt qurmağa çalışacaq. Mən mütləq əlimdə olan bütün imkanlarla o soruları cevaplamaya çalışacağım və yəqin ki, gələcəkdə yenə də görüşəcək. Bir daha da sizdən bu məsələ üçün minnətdarlığımı, təşəkkürümü bildirirəm. Bu iş indi kim nə qədər baxırlar, bugün nə qədər incələnir, baxın, bunlar arşivdirlər. Bunlar bu bizim hərəkətin prosesidir. Yəni bir prosesin gedib başqalarının rəvayəti ilə, planı ilə deyil də sorusundan gətirib direkt xalqın demək bilgisini sunmaq çox mühümdür. Və belə bir şey də indiyə kimi olmur. Yəni partilər bu cür gəlsinlər, sorgulansınlar, hududsuz, yəni bəlli olmur. Gələrlər, prezidentlər plana gedirlər, görsən danışıqlar, qabaqcadan sualları qoyulurlar, bunlardan eşya çıxmıyor. Bəhslərin özünə ayrı bir yerləşəmiydi. Biz belə bir məhdudiyyətimiz yox idi, belə bir anlaşmamız da yox idi. Əslində bəhslər də çox suallar da oldu ki, yazılarda da yox idi. Doğru. Və yəni bu yaxşıdır, müsbətdir bizə görə. Əgər mən də bu danışıqda sizə və ya hər hansı bir kəsə saldırgan ya tərbiyəsiz ya deyək ki, məsələn, aqressiv bir dildən yanaşdımsa, sözümdən biriləri incidirsə, yəni deyim tərzindən incidirsə, üzr istəyirəm, amma həqiqət açısından birisi narahatdırsa, ona bir şey dəyişdirməz. Amma ola bilsin ki, mənim ifadə tərzim birilərini incitmiş olar. Salih bəy, ərz eləyim xidmət sizə, bunu özünüz də şahid olun. Birinci gün biz bilirsiniz bir şey qoymuşuq, bir range qoymuşuq, nümrə qoymuşuq, nümrə veririk insan qonaqlarımızın huzuruna. Birinci gün milli ərdəmli rütbəsini aldınız, ikinci gündə, üçüncü gündə, dördüncü gün ən ərdəmli rütbəsini aldınız. Günaz TV-yə bir işarə elədiyiniz üçün. Orada dünən üçün bunu yenə izah eləmişdim, onun üçün bunu demirəm. Dünən də ərdəmli, milli ərdəmli və bu gün də milli ərdəmli. Mən çox sevinirəm ki, ərdəmli bir parti ilə və ərdəmli bir parti lideri ilə tanışlaşdıq burada. Bir zaman danışdıq, yenə danışacağıq qətən və sizin düşüncələrinizi yaymağa çalışacağam. Eyni halda umaram ki, bir gün bunları kitab şəklində millətimizin düşüncə sahiblərine irayə eləyək, nəqd olsun üstündə bizim bu teorik səğirlığımızdan keçək inşallah. Sağ olun, var olun. Çox sağ olun, təşəkkür edirəm. Biz də əlimizdən gələn köməyi eləməyə hazırıq. Sağ olun. Çox sağ olun, var olun, var olun. Əziz və hörmətli dostlar, 6 gün, bir həftə əslində Salih bəy İldırım cənabları ilə Güney Azərbaycan İstiqlal Partisinin indiki lideri ilə 6 gün ciddi bəhslər apardı. Yaxçı pis olan buydu. Düşüncələrini ortaya qoydular. Mənim şəxsən özümdə bu ortaya gəldi ki, biz teorik zəifimiz çoxdur. Mən İnsaf Əleyh
olaraq özümü fikirlərimə çox şey bilirəm. İndi birdən görürəm ki, çox zəifim var. Çox zəifim var. Və buna etiraf eləmək bu anlamda deyil ki, zəifəm. Buna etiraf eləmək yəni ki, mən çox güclüyəm. Zəiflərimi bilirəm, bilməyə çalışıram. Bu çox önəmlidir. Və bunları rəf eləməyə, mütaliə eləməyə, düşünməyə, soruşmağa, mütəxəssislərlə danışmağa, ayrı sahələrlə danışmağa. Biz teoridə də güclənməliyik. Biz millət olaraq, əlbəttə tarixdə də bu cür olub. Biz tarixdə də teorisiz dövlət qurmaq olmaz. Səfəvilər əgər dövlət qurublar, əgər nadir dövlət qurubdur, əgər Qacarlar dövlət qurublar, əgər dövlətləri yüzlər il sürübdür. Dünyanın ən uzun imperatorusu Osmanlı imperatorusudur. Fikir olmadan, düşüncə olmadan davam tapmaz. Dünyanın çox təbliğat olmuş, baxın, üstündə bunu təkid edirəm. Çox təbliğat olmuş ki, üstündə gün quru batmır, İngilistan imperatorluğudur. 150 il davam tapıbdır. Türklərin imperatorluğu Osmanlı 700 ilə yaxın davam tapıbdır. Yəni, bu düşüncə olmasa olmaz, teori olmasa olmaz. Teori olmasa dağılar və teori değişkəndir. Sabit deyil. Teori değişkəndir. Yəni, şəraitə görə teori tazalaşar, uyğunlaşar, özün up-to-date elər. Çünki kompüter elmi ilə desək, özün up-to-date elər. Up-to-date eləyəndə nə olur? Özün gündəmə yetirəndə qalarqa olur. Görürsünüz ki, hala Türk dünyasında qudrət istəmək, hakim olmaq istəyi aradan getmir. Bununla belə ki, 100 ildir biz Güney Azərbaycanlılar müstəmirə olmuşuq. Bununla belə ki, Şimali Azərbaycan Cumhuriyyəti 200 il carlar, ruslar və komünistlər dövrəsində sümürcü olub, amma yenə də yerdən qalxmağı başardı. Yəni, istəyirəm bunu deyəm ki, biz bunu başarmalıyıq. Yəni, teorik olaraq da bu mərhələyə yetişməliyik. Mümkün də hamımız hələmiz teorinin bir bacasından baxaq, amma bu bizim teorimizdir. Bunları kafidir bir-birinə düyünləyək. Mən çalışıram, İnsafəli Hidayət olaraq bu bir proje tərif elədik. Bu projəni də bəzi dostlar bilirlər. Tərif elədik, qoyduq və dedik ki, burada partiləri gətirək, Güney Azərbaycan və İranda yaşayan türklərin siyasi partilərini gətirək, sonra da siyasi şəxsiyyətlərin, düşüncə şəxsiyyətlərini gətirək, suallar yazdıq buna. Bu suallar 500-ə yaxın sualdır. Bu günləri ki, Salih bəylə qurtulduq, Salih İldırım cənabları ilə qurtulduq danışığımıza 6 günümüzü, dostlar, soruların 40%-na cavab vermişik. Və bunlardan da 5%-ında hop bulmuşuq, cavab verməmişik. Yəni soruları belə baxanda deyirəm 40%-na, üstündə 35%-na cavab vermişik. 65% soruların qalır. 65% soruların qalır, cavabsız qalır. Yəni əslən yetişmədik. Buna görə bu sorulara cavab vermək üçün, teorilərimizi görmək üçün o Güney Azərbaycan partilərindən, Qəşqayı partilərindən dəvət eləmişik. Güney Azərbaycan partilərindən biri deyib gəlməyəcəm. Dünən də dostların biri ilə danışmışıq, danışsınlar, razı salsınlar, gəlsin. Çünki mənim nəzərimdə çox lazımdır, tamam partilər olsunlar. Biri də Döşkü Çəhriqaninin partiləri, Döşkü Çəhriqani də buyurublar ki, içəridə, eşikdə məşvərət eləyəcəklər parti üyeləri ilə, sonra cavab verəcəklər. O cavabı da gözləyirik. Mən umaram gəlsin Döşkü Çəhriqanlı. Hər halda ağır bir şəxsiyyətdir. İndi ağırlığın heç kəsin deyə bilmirik nə qədər ağırlığı var partidə. Məsələn, deyək ki, İstiqlal Partisinin 1 kilo ağırlığı var, Camacın yarım kilo ağırlığı var. Belə bir cəsarət biz heç birisini eləmirik. Çünki bilmirik, yəni heç kimi deyə bilməz mənim ağırlığım o birisindən çoxdur. Amma umaram ki, gələlər hər kəsən burada teorik gücün görsədə. Və teorik gücün həm görsədə, həm də əsirliği olsa, onları da görə. Bunu mən umaram, cəsarət bilirəm və dəvət edirəm. Biz sabahları dostlar tətil olmayacaqdı proqram. Bir gün, yəni bu gün çərşənbədir, sabah cuma axşamı, cuma günündən o birisi dostlarımız
Əjdər Təqizadə cənabları bizim sonuncu qonağımızdır. Əjdər Təqizadə cənabları Güney Azərbaycan Demokratik Türk Birliyinin başkanıdır. Böyük bir təşkilatın başkanıdır. Eyni o birisi təşkilatlara tabii ki, hamısı böyükdür. Əjdər bəy də bu bir təşkilatın başkanıdırlar. Böyük kiçikliyindən danışmıyor əslində. Bir təşkilatın başkanıdır. Hamısı dostlarımız, bunlar biz Güney Azərbaycanın işğal şəraitində danışırıq. İşğal şəraitində partilər üyələrini tanıtdıramazlar. Deməzlər neçə üyələri var. Üyələrini yandırmazlar. Bunun üçün, çünki onların canlarını qorumalıdırlar. Onların əmniyyətlərini qorumalıdırlar. Bunun üçün partilər fəqət biz liderləri ya şura, mərkəzi şuraların, mərkəzi müdiriyyət şurasını tanıya bilərik. Onda haracan o parti izin versə. Çünki mümkündür qoruya əslən. Deyək ki, mən istəmirəm mənim məsələn şura mərkəzim də bəlli olsun kimdir. Fəqət mən sözçümü bəlli edirəm, mən liderimi bəlli edirəm, ya mən filan üyəmi bəlli edirəm. Hər halda gələn həftə 6 gün mən indi İran tarixi ilə mütəəssifanə fikirlə bu günləri Xurdadın ikisini fikir edirəm. Bilmirəm. Dəqiq icazə buyurun görün mən burada yazsam. Dostlar, əgər bilirsiniz yazın. Bugün İranda gedən bu siyasi İrandan danışdıq. Şey nədir? Tarix neçəsidir? Hər halda sabah yox bir gündən, yəni cuma axşamından ya cümədən, cuma olur da, bugün çərşənbədir, cuma axşamı sabahdır, cumadan. Cumadan Əjdər bəy ilə 6 gün dalbadal danışacağıq. Bizim bu Kanada tarixi ilə, batılı tarixi ilə, Məsihi dünyası tarixi ilə ayın 24-ü, 25-i, 26-sı, 27-si, 28-i, 29-u Əjdər Təqizadə cənabları ilə danışacağıq. Aynı soruları başdan başlayacağıq. Indi biraz təcrübə qazanmışam mən özüm bu sorularda. Bunları biraz daha yığacam, daha biraz hızlı aparmağa çalışacağım. Amma umuram ki, Əjdər bəyin çox vaxtları olsun, eləyə bilsin çox saat burada hazır olsunlar. Və o birisi dostlarımız da. Ondan sonra da gələn o Əjdər bəy bir həftə olacaqdı. Ondan sonra Yunus bəy Şamili cənabları olacaqdı. Çox maraqlı gördüm Yunus bəyi, o birisi dostların tərsinə. Çox maraqlı gördüm, ciddi çalışırlar. Hər gün mənə feedback göndərirlər dostların danışdığından, ya oxuduqlarından, ya gördüklərindən öz düşüncələri mənə feedback verirlər. Hətta gözəl təklifləri var idi. Məsələn, təklifləri var idi ki, bu bəhsləri münazirəyə çevirək. 2 dənə partiya, 3 dənə partiya olsun, soru üçündən də sorulsun. Bunlar bir-birləri ilə o qonuda teorik olaraq bir savaşa girsinlər. Bu da çox gözəldir. Yunus bəyin bu təklifi zehnimdə mənim var idi. Amma partilərimizin bir hissəsi müxalifət elədilər. Hətta bir otaqda olmaqdan. Onun üçün də onu indilikdə səlah görmüyor. Amma umaram ki, bu 2 ay, yarım 3 aydan sonraki partilərin hamısı gələcəklər, hərəsi bir həftə konuşacaq, danışacaqlar, sorulara cavab verəcəklər. Ondan sonra bu cür bir münazirə səthinə keçək. Yəni, davtələb parti liderlərin xahiş edək gəlsinlər, məsələn, Zoom otağı qoyaq, ya o gözəl olur. Çünki burada da əlbəttə 4-5 nəfər çağırmaq olur. Amma belə bir sistem yaradaq, orada münazirə geçsin. Məsələn, dövlət konusunu qoyaq, millət konusunu, ya hangi konunu, qanun konusunu qoyaq ora. Deyək ki, burada teorilərizə hər şeydən 4 dənə parti, ya 6 dənə parti, hər neçə parti olsa, orada otursunlar. Məsələn, mən də ortada bu aparıcı olaraq bunları monitor edeyim, bunları həmahəng edeyim. Bunu da eləyə bilərik, amma o sonki proqram olsun. İndilikdə feylən bu cürsü geçsin, görək ki, nədir olur. Dostlar, çox təşəkkür edirəm. Var olun, sağ olun ki, gəldiniz. Bu günləri gündəkinin tərsinə, çünki bilirsiniz, Kanadada indi Təbrizdə mümkündür saat neçədir? Saat hər yerdəsə 9-a qalır 10 dəqiqə. Biz
Orada 9'a qalır 10 dəqiqə. Bizim burada saat 1:30-a qalır 10 dəqiqə. Yəni 1:20 dəqiqə keçir. Və Albertada saat 11-dir. Fikir edirəm saat 11 olacaq. Bəli, 11-dir. 11-i 20 dəqiqə keçir ya 11-dir bu hadda. Beləsi olacaqdır. İşə getməlidirlər insanlar. Yəni Salih bəy İldırım cənabları işləməlidir. Biz profesional dəyirik dostlar. Yəni bu hizblərimizdə, partilərimizdə əgər bir mövqe görürsünüz ki, teorik boşluq var. Bunun illəti budur ki, parti qurulubdur, siyasi çalışır. Amma həftənin 7 gündən 6 günün iş gərək getsin, bənalıq, fəhlalıq eləsin, pireli sürsün, taksi sürsün, dükanında olsun. Yəni işimiz var. Biz işləməsək ac qalarıq. Bizim gəlirimiz yoxdur. Parti deyələk gəlirləri yoxdur bunlar. Ya olsa da mən bilmirəm. Məsələn, mən bilirəm ki, Salih bəy İldırım cənabları mənətə gedişlir. Məsələn, bu günləri yol bunu tapdıqca gəlsin, danışsın, sübh, nahardan sonra hətta əqəl öz işinə yetişə bilsin. Yəni, işi var, işinə getsin, işini idarə eləsin. Umaram ki, dostlar, Salih bəy gördü, sizə də qol verdi, məndən də neçə dəfə də danışmışıq elə üzrə. Söz veriblər ki, sorularımızın o 500 soruya cavab versinlər. Yəni onu qoymayacaqlar, boş keçsin. Bu iki fürsətləri də ola, vaxt olduqca onlara cavab verə, teorik olaraq da onlara zaman qazandırır. Yəni zaman içində daha ciddi düşünə bilərlər soruları, yazı insan yazanda daha ciddi. Şəfahidə insan biraz o düşü gərək düşünə, biraz qısıtlı olur. Amma yazanda zaman çoxdur. Zaman çox olduğu üçün kəlmələri seçəndə teorik olaraq zehninizdə düşüncələri olur, inkişaf edir. Bu da fürsət verəcəkdir ki, daha məktub bilirsiniz. Həmişə də məsələn biz bunlara şəfahi danışığında da istinad edə bilirik təbii ki. Amma yazılı format daha çox qabil istinaddır. Daha çox istinad eləmək olar. Onlara təbii ki, bu sorularımıza da məktub yazı qoysalar, ya bizə göndərsələr, ya özləri yazsalar, təbii ki, o daha çox dokumentində, sənədli, yazılı format, danışıq formatından çox önəmlidir. Çünki üstündə qətlən düşünülübdür. Amma danışıq formatı ki, bu gün aparırdıq, biz müsahibədir, yəni canlı bir yayındır. Ola bilər bir kəlməni yerində işlətməyə insan, ola bilər düz kəlməni işlətməyə, ola bilər istədiyi kəlməni tapa bilməyibdir, ola bilər soru yanlış soruşulubdur, sorunu yanlış başlatılıbdır. Bunlar hamısı o şəfahidə əksin göstərir. Amma yazıda dahi bunlarda olmaz. Yəni dana sözü ki, cümlədə işlədirsən, onu düşünürsən, işlədirsən. Mən bu sözü niyə bura qoyuram? Çünki bu sözdə bu anlam var. Amma şəfahidə dana sözləri düşünmək olmur. Beyinə gələn əvvəlin ən yaxın söz ki, eləyə bilər beynimizdə bu qavramı açıqlayır, onu gətiririk. Bəlkə yanlış ola bilər. Onun üçün, hər halda, dostlar, mən indi buradan sizlərlə ayrılmaq zorundayım. Əgər dostların soruları olsa, yazsalar cavab verərəm təbii ki. Buracan Salih bəy İldırımın sözlərindən görə əgər bir açıqlama olsa, mənim də zehnimdə olsa deyərəm, mənim özümə görə olsa cavab verərəm, düşüncələrimə görə, sorulara görə olsa cavab verərəm. Dostlar, soruları mənim webloguma geçsəz, bu adda görəcəksiniz, Düşüncə Bağı Otağının soruları. Elə bunu da yazsaz, ərəbcə, ərəb əlifbası ilə yazsaz ki, Düşüncə Bağı Otağının, qığınan deyil, qığınandır, otağının soruları yazsaz, gələcəkdir. Fikirləm ki, elə internetdə də fəqət bir dana bu adda bir şey vardı. Belə bir yazı bir danadır. 2 dana dəyər adımı yazasınız gələ. Amma adımı da yazsaz təbii ki, gələcəkdir. Orada bunu görəcəksiniz. Çox sağ olun seçdiyiniz zəhmətlər üçün. Təşəkkür edirəm. Sağ olun, var olun. İşıq, səsi, heyəti və üzvləri. Çox sağ olun, var olun. Təşəkkür edirəm. Dostlar, çoxlu yazılar yazdılar, gördük. Amma dostlar, sorularımız çoxdur. Və inanın, bunları cavab versələr, 500 sorudan 1500 soru çıxacaqdır. Çünki teori
nə qədər inkişaf eləsə, beyinsəl olaraq biz inkişaf eləyəcəyik. Və inkişaflar sorudan gəlir. Mən özüm bu soruları yazanda, əgər səhv eləmişəm, 3 həftə vaxt qoydum. Fəqət bunu yazmağına. Amma indi görürəm ki, bunu 3 həftə cavab vermək olmazmış. Bunu gərək məsələn hər partiya 1 ay vaxt verirdik, amma 1 ay gərək bizim pulumuz ola, o parti üyəsinə deyək ki, sənə mən bu ay hüququnu verəcəyəm, gəl otur buna cavab verim. Təəssüfənə bizdə belə bir büdcə yoxdur. İmkan yoxdur. Mən də işləməsəm keçinmirəm. Onun üçün məcbur elə olan vəziyyətlə keçirək. Sağ olun, var olun əziz dostlar. Təşəkkür edirəm. Sabah yox, bir gün Əjdər bəy Təğiyzadənin huzuru ilə xidmətlərinizə yetişəcəyəm. Təbriz vaxtında axşam saat 9-da. Daha bugünkü Salih bəylə bilirsiniz, Kanada'nın Təbrizlə vaxtı oxumadığı üçün eləyə bilmirdik, zamanı sabit saxlayaq. Onu bizə keçirəcək. Ha belə eləyə bilmədim dostlar. Eləyə bilmədim ki, bunu şeydən də aparam. Bunu da özüm tozih verim. Düşüncə bu otağı açmışıq şeydə, Clubhouse-da. Orada da apara bilmədik texnik məsələsindən dolayı. Çünki indi mən bunu vuranda qulağıma dostlar, səs buradan gəlib yayılmırdı şeyə. Clubhouse-a yayılmırdı. İndi gələn həftədən umaram ki, o birisi qonaqlarımızın qulaqlığı ola, mən qulaqlıq işlətməyəm. O da səbəb ola ki, səs burada yayıla buradan gedə, Clubhouse-a da gedə. Bu da bir iradə idi ki, bir gün olmadı, bir gün yaydıq bu səsi, amma ikinci gündən olmadı. Hər halda bu irad ya mənim tərəfimdən oldu, hər halda mənim tərəfimdəndir. Yəni bu ayrı adamın başına salmayaq. Gələn həftə umaram ki, eləyə bilək, Clubhouse-dan da bunu davam eləyək. Çox sağ olun, var olun. Gecəz gününüz, hər vaxtınız xeyrə qalsın. Görüşmək üzərində. Hələlik.